memarın yaradıcı təxəyyülünün daşlarda təcəlli etmiş nümunələri ilə tanış olmaq üçün mütləq onun tikdiyi binanı görmək, bir yazıçının qələminin qüdrətini dəyərləndirə bilmək üçün yazdığı əsərləri mütaliə etmək, bir bəstəkarın səslərin məhəbbətindən yoğrulmuş musiqisinin sehrini duymaq üçün mütləq onun musiqisini dinləmək lazımdır. Şah əsəri ölkə prezidenti Cənab İlham Əliyevin də ifadə etdiyi kimi müasir Azərbaycan olan ümummilli lider Heydər Əliyevi yad edəcəyik bugün. Heydər Əliyev memar olmaq, bu cür gözəl binalar uzatmaq istəyirdi. Fəqət alınmadı. Tanrı bir başqa, kifayət qədər mürəkkəb, amma mübarək və şərəfli bir qədər yazdı onun taleyinə. Heydər Əliyev bir xalqın azadlığının, müstəqillik və rifahının memarına çevrildi. Əziz tamaşaçılar, media və zamanın yaradıcı heyətini Xırdalan şəhərindəki bu əzəmətli, bu möhtəşəm saraya gətirən mübarək bir səbəbdir. Yaz ətrinin, gülün, çiçəyin, budaqlardakı qönçələrin xoş raihəsinin ovqatımıza sığal çəkdiyi, bir hərarət qatdığı bu məlahətli may günü Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Jurnalist əməyini fədakar əmək adlandıran bir insanı doğum günündə yad etmək hər bir Azərbaycanlı kimi söz və qələm adamlarının da mənəvi borcudur. Dünya tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir. Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünü təsdiq faktına çevrilmiş Heydər Əliyev fenomeni, Respublikaya birinci və ikinci rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanmaqla fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqillik, azadlıq məhfumlarını illüziya və şüarçılıq səviyyəsindən milli ideologiya fəlsəfəsinə çevirməyi bacarmışdı. Budur Heydər Əliyev şəxsiyyətinin miqyas və çəkisi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü öz siqlətinə, tutumuna, kütləsinə görə bütöv bir mərhələ, bir epoxadır. Bütün subyektiv çalarları, istisnaları, ziddiyyətləri ilə, taley-yüklü məqamları, dövlətçilik uğrunda barışmaz mübarizəsi, ümummilli qayə və mündərcəsi ilə. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün, bugün həmin dövrün tarixi qiymətini, dəyərini düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz dövlətçilik, idarə etmə, regional geosiyasət, siyasətşünaslıq haqqında yazılacaq nüfuzlu kitabların müntəxəbatı məhz Heydər Əliyev irsindən qaynaqlanacaq. Budur Heydər Əliyevin dövlətçilik məktəbinin vazgeçilməz dərsləri. Yeni Azərbaycanın həqiqi müstəqilliyini onun üçün fəth etmiş Heydər Əliyev haqqında danışarkən ən müxtəlif yönlərdən yanaşmalı oluruq. Bir hakimiyyət ustadı kimi, dövlətçi məmur, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, vətənini və millətini qənirsiz məhəbbətlə sevən insan kimi. Budur Heydər Əliyev bənzərsizliyinin, təkrar olunmazlığının imkası. Heydər Əliyevin hakimiyyəti illərində sosial-iqtisadi həyatdakı dirçəliş, yeniləşmə ovqatı bütövlükdə mədəni-mənəvi mühitə də sirayət etmiş, cəmiyyətin ab-havasında sabit qədəm, müsbət dəyişikliklərin monolit bünövrəsini yaratmışdı. Azərbaycanın yazıcı və şairlərinin, rəssam və incəsənət xadimlərinin yubileylərinin ittifaq miqyasında anılması, sənaye və xalq təsərrüfatına aid strateji müəssisələrin ölkəmizdə qurulması bu Müsəlman Respublikasına olan maraq və önəmin artdığından soraq verirdi. Budur Heydər Əliyevin həyat fəlsəfəsinin əbədiyyət himni.
Əziz tamaşaçılar, qonaqlarımız cəmiyyətdə kifayət qədər tanınmış, Heydər Əliyev barədə söz deməyə haqq etmiş insanlardır. Onları böyük məmnuniyyətlə təqdim edirəm. Bahar xanım Muradova, Milli Məclis sədrinin müavini, Eldar İbrahimov, Milli Məclisin komitə sədri, Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komissiya sədri, Elmir Axundova, yazıcı publisist, Milli Məclisin üzvü, Səttar Mehbalıyev, Respublika Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin üzvü, Nizami Cəfərov, akademik, Milli Məclisin komitə sədri, Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri. Hər birinizi salamlayıram. Bugün bizim bütün söhbətlərimizin tək mövzusu, tək ünvanı Ulu Öndər Heydər Əliyevdir və əminəm ki, hər birinizin qəlbində Heydər Əliyev haqqında saatlara, bəlkə də günlərə bəs edəcək ürək sözü var, xatirə payı var. Elə ilk söhbətə də sizinlə başlamaq istəyirəm, Bahar xanım. Bu, tarixi materializmin Sovet dövründən, Sovet dönəmindən qalma bir tezisi var idi, deyir, tarix şəxsiyyətləri yaradır, yoxsa şəxsiyyətlər tarixi. O kəslər dahidir ki, o kəslər mütəfəkkir hesab oluna, o kəslər fövqəladə hesab oluna bilərlər ki, onlar adi təqvimi də tarixə, salnamiyə çevirməyi bacarırlar. Heydər Əliyev məhz bu cür müstəsna insanlardan idi və yəqin ki, Bahar xanım razılaşarsınız ki, Heydər Əliyev özü, öz fəaliyyəti ilə Azərbaycan tarixini yazmaqla, yaratmaqla elə o tarixin bir hissəsinə də çevrildi və bu da çox az nadir insanlara müəssər olacaq bir səadətdir. Lütfən Heydər Əliyevin yaratdığı o tarixi bir balaca səhifələyərdinizmi? Sizin söylədikləriniz iki istiqamətdən yanaşdıqda tarix mi yaradır şəxsiyyəti, şəxsiyyət mi yaradır tarixi? Bunların hər ikisinin payı var tarixin və şəxsiyyətin yaradılmasında. Amma üçüncü bir deyim də var ki, şəxsiyyətlərin həyatı, fəaliyyəti özü elə tarixdir. Əlbəttə ki, söhbət böyük şəxsiyyətlərdən gedir. Heydər Əliyev miqyasında öz xalqının, öz dövrünün, öz zamanının fövqünə qalxmış insanlardan gedir. Heydər Əliyev haqqında danışarkən əlbəttə biz Azərbaycan haqqında danışırıq və nəzərə alsaq ki, Azərbaycanın yarandığı vaxtdan, yəni mövcud olduğu vaxtdan üzübəri keçdiyi bütün inkişaf mərhələlərində ən müxtəlif hadisələrlə üzləşib, ən müxtəlif tarixi mərhələləri keçib, qürurlandığımız, öyündüyümüz səhifələrimiz, şanlı səhifələrimiz çoxdur. Amma əlbəttə ki, bizim hər birimizi kədərə qərq edən, bu və ya digər zamanında xəyal qırıqlığına uğradan və müəyyən problemlərlə üzləşdiyimiz üçün onun səbəblərini ən müxtəlif istiqamətlərdə axtardığımız zamanlar da olub. Amma bunu xüsusi vurğulamaq lazımdır ki, bəlkə də o xalqların, o millətlərin xoşbəxtliyi onda deyil ki, onlar faciələrlə, tarixin acı günləri ilə razılaşmırlar. Xoşbəxtliyi ondadır ki, o günlərdən onu çıxarmaq üçün yetirdiyi bir lider şəxsiyyəti olur, müdrik bir insan olur, millətin önündə gedən bir şəxsiyyət olur ki, o xalqı da, milləti də, dövləti də bu mərhələdən, bu ağır mərhələdən çıxardıb işıqlı yollara, inkişaf yoluna çıxara bilir. Heydər Əliyev Azərbaycan haqqında danışanda biz əlbəttə onu vurğulamalıyıq ki, Azərbaycanın həyatının ən əhəmiyyətli dönəmlərində xüsusilə ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, bu xalqın önündə getməsi və bu ziddiyyətləri nəinki aradan qaldırmaq, eləcə də Azərbaycanı istər yaxın qonşu dövlətlərlə, istər uzaq dövlətlərlə müqayisədə özünə məxsus fenomenal bir inkişaf yoluna çıxmasına şərait yaratdı və odur ki, bugün biz çox böyük qürurla söyləyirik ki, Azərbaycan dövləti, onun müstəqilliyi Heydər Əliyevin şah əsəridir. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir və hər bir xalqın həyatında əldə etdiyi ən böyük nailiyyət də məhz budur. Azərbaycan xalqının da həyatının keşməkeşli tarixinə nəzər saldıqda əlbəttə ən şərəfli tariximizin, ən öyündüyümüz bir tarixin və bizim bundan sonraki inkişafımızı şərtləndirən, müəyyən edən, o müstəqilliyini əbədi edən
edən bir dönəmdən keçdiyimizi bir daha vurğulamalıyıq. Bu dönəmin adı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin adı həm bu dönəmə hazırlıq dövrü ilə bağlıdır, ötən əsrin ortalarından başlayaraq müstəqilliyin ilkin əsaslarının yaradılması, ittifaq dövlətinin imkanlarından istifadə edərək Azərbaycanı gələcək müstəqilliyə hazırlamaq, milli özünü dərki formalaşdırmaq, özünə qayıdış, öz milli mənəvi mədəniyyət və tarixinə sahiblik, öz dilinə sahiblik və mövcud imkanlardan istifadə edərək Azərbaycanın maraqları naminə bütün addımları atmaq və ölkəni müstəqilliyin bərpasına hazırlamaq. Məhz o dövrdəki Heydər Əliyevin fəaliyyəti ikinci müstəqillik dönəmində bu hədəfə çatmaq üçün, bu problemi həll etmək üçün, bu məqsədə çatmaq üçün əsas rol oynadı və həm o dövrün rəhbəri Heydər Əliyev oldu, həm də müstəqilliyin bərpa olunması, dirçəlişin əldə olunması, iqtisadiyyatın yüksəlişi, öz təbii, coğrafi resurslarına sahiblik və ən əsası yeni dövrün yeni insanını tərbiyə etmək, onu yetişdirmək, Azərbaycan vətəndaşını formalaşdırmaq, öz dövləti üçün, öz müstəqilliyi üçün məsuliyyət daşıyan bir insanı yetişdirmək. Bu da Heydər Əliyevin fəaliyyət sahəsinə aid idi və o həm o dövrü, həm bu dövrü çox yüksək səviyyədə bacarıqla idarə edərək Azərbaycanın bütün potensialını Azərbaycanın inkişafına yönəltməyi bacardı. Və bugün Azərbaycan öz tarixinin ən şərəfli, ən yadda qalan bir dövrünü yaşayır və Azərbaycanın inkişafının Heydər Əliyev yolu bizim gedəcəyimiz daimi bir yoldur və nə qədər ki Azərbaycan dövləti, Azərbaycan xalqı bu yoluna davamlı şəkildə gedəcəksə, o uğurdan uğura, nailiyyətdən nailiyyətə qovuşacaq. Bugün ölkə prezidenti cənab İlham Əliyev Heydər Əliyevin yaratdığı, qurduğu, inkişaf etdirdiyi bu dövləti daha çevik, daha tarazlı, daha balanslı və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirir və Azərbaycan bugün nəinki regionun, dünyanın ən inkişaf etmiş və dünya ictimai-siyasi sistemində özünə məxsus yeri olan müasir ictimai-siyasi proseslərin çox vacib bir aktoru rolunda çıxış edir və beynəlxalq münasibətlərin ən vacib halqalarından biridir. Ona görə də biz bugün Heydər Əliyev haqqında danışarkən onun Azərbaycan xalqının tarixi üçün ən əhəmiyyətli bir şəxsiyyət, heç zaman unudulmayan bir lider, insanların hər birinin qəlbində özünə yer tapmış, özünə sevgidən, məhəbbətdən abidə ucaltmış bir insan, bizim qürur duyduğumuz, öyündüyümüz çox müdrik, dahi bir Azərbaycanlımızdır və əlbəttə ki, bugün Heydər Əliyevin doğum günündə biz bu sözləri söyləməklə yanaşı, onun xatirəsi qarşısında çox böyük ehtiramla baş əyirik və onun Azərbaycan xalqı qarşısında xidmətləri bizim hər birimiz üçün örnəkdir. Hər bir insan, hər bir Azərbaycan vətəndaşı Azərbaycan tarixi, Azərbaycan dövləti və Azərbaycan xalqı üçün Heydər Əliyevin etdiklərindən ibrət və nümunə götürməlidir. Çox sağ olun, Bahar xanım, sizin elə axırıncı sözünüzdən çıxış eləyib bu Sovet dönəminə toxunduq. Rus şairi Yevgeni Yevtushenkonun bir ifadəsi yadıma düşdü. Deyir, hər bir insanın əhəmiyyəti özündən sonra qoyub getdiyi o boşluğun, yaratdığı boşluğun həcmi ilə ölçülür. Yəni hesab edirəm ki, Heydər Əliyev öz gedişi ilə bu məsələyə də toxundunuz. Hər bir Əliyev sevər Azərbaycanlının qəlbində kainat boyda bir boşluq yaratdı, getdi. Çox sağ olun. Eldar müəllim, Peyğəmbər əleyhissalam buyurub ki, ədalət olmayan cəmiyyətdə xeyir, bərəkət də olmaz. O cəmiyyət müsəlman cəmiyyəti olsa belə. 93-cü ildə Elmira xanım, sizin yadınızda olar, Sabsednik qəzetinin müxbiri ilə Ulu Öndərin maraqlı bir mükalimesi olmuşdu. Sual vermişdi ki, siz kommunist ideallarına inanırdınız, bəs indi nəyə inanırsınız? Deyir, mən indi haqq ədalətə inanıram. Bir halda ki, xalq məni çağırıb, deməli, mənim zəkam, mənim biliyim, mənim təcrübəm xalqa lazım olub, insanlara lazım olub, deməli, dünya xali deyil, haqq ədalət var. Yəni, bu Heydər Əliyev haqqında danışanda, onun idari keyfiyyətləri ilə yanaşı, biz onun bir mənəviyyat mücəssəməsi kimi canlandırırıq həmişə. Bir qədər obrazlı desək, siz Heydər Əliyevin həm əqidaşı olmuşsunuz, həm silahdaşı olmuşsunuz. Ulu Öndərlə çalışmış, onun rəhbərliyi altında çalışmış, həm də kənardan onun o hakimiyyət ustalığını, o hakimiyyət ustadlığını müşahidə eləmiş bir insan kimi deyə bilərsinizmi? Ədalət məfhumu Heydər Əliyev üçün nə idi və onun fəaliyyətində bu özünü necə biruzə verirdi? Təbii ki, tamamilə çox gözəl sual qoydunuz ortalığa. Əvvəla bu da mən İlk öncə minnətdaram ki, bugün biz Ulu Öndərimiz, xalqımızın ümumi lideri Heydər Əliyevin 92-ci il dönümünə yığışmışıq
Və mən elə bu gün üçün 1923-cü ildə 10 mayda dünyaya gələn Heydər Əliyevin mən Allahıma minnətdaram ki, Azərbaycan xalqına belə bir insanı qismət etdi. Və Azərbaycanın həmişə dar günündə, ağır günündə Heydər Əliyev Azərbaycana, Azərbaycanlılara dayaq olubdur. Hələ sualınıza keçməmişdən qıssa demək istəyirəm. Sovet vaxtında, Sovet dönəmində, Komünist Partiyası dövründə 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etməyə başlayana qədər Azərbaycan bilirsiniz ki, SSR Respublikalar içərisində ən geridə qalan bir respublikaydı. Azərbaycan demək olar ki, belə necə deyim ki, insanlar çox yoxsul səviyyədə yaşayırdı. Amma hakimiyyətə gələndən sonra qısa bir müddətdə Azərbaycan günü-gündən irəlilədi. Azərbaycanda bütün sahələrdə çox böyük inkişaf baş verdi. Və xüsusilə Heydər Əliyev SSR-in büdcəsindən istifadə edərək bir-iki qısa məsələni demək istəyirəm. Azərbaycanda kondisioner zavodunu saldırdı və nə qədər iş yeri açıldı və insanlar işlədi. Azərbaycanda neft emalı ilə əlaqədar olaraq bütün neft emalı zavodlarını SSR-in büdcəsi hesabına yenidən qurdu. Aqrar sahədə də mən deməyə bilmərəm, nələr eləyibdi, onu hamı bilir. Azərbaycan tarixində görsənməyən 1 milyon ton pambıq, 2 milyon ton üzüm istehsal olundu ki, Azərbaycan kəndlisi sözün əsl mənasında palçıqlı evlərdən çıxıb 2 mərtəbəli evlərə getdi. O vaxt ki, belə deyim ki, Jugulilər, Qaz-24 maşınlar və yaxud da sosial səmaya qəhrəmanlarının heç sahi hesabı olmadı. Bunlar kim eləyirdi? Bunu tarixi şəxsiyyət olan məhz Heydər Əliyev eləyirdi. İndi siz dediniz ki, bayaq sual verdiniz ki, şəxsiyyət tarixi yaradır, tarix şəxsiyyəti yaradır. Amma mən deyim ki, tarix bütün dövrlərdə olub. Amma o şəxsiyyətlər hansı tarixə düşübsə, o tarixi doğrudan da şəxsiyyətlər yaradıb və bu gün biz Heydər Əliyevin keçdiyi həyat yolunu nəzər salanda deyirik, bəli, Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Özümüzdən fikirləşsək də, fikirləşməsək də hamımız bu sözü deyirik. Doğrudan tarixi şəxsiyyətdir. Tarixi şəxsiyyəti o insanlardır ki, Azərbaycanda xalqı dalınca apara bilən və biz onu deyirik, ümumxalq liderdir. Və o lider o adamdır ki, tarixi şəxsiyyət o adamdır ki, xalq ona inanıb onun arxasınca gedir. Əlbəttə, sizin qoyduğunuz sualla əlaqədar fikirlərimi demək istəyirəm. Hamıya məlumdur, bütün Azərbaycan vətəndaşları bunu bilir, dəfələrlə çıxışlarımızda da olubdur, televiziyada da gedibdir. Ulu öndərimiz Heydər Əliyev Moskvadan, bu vəzifədən demək olar ki, kənarlaşdırandan sonra Naxçıvana gəldi, öz doğma vətəninə gəldi. Və Naxçıvanda insanlar hamısı yığışda Heydər Əliyevi çox yüksək səviyyədə qarşıladılar. Sanki Heydər Əliyevə olan o istilik, Naxçıvanların ürəyinin istisi Heydər Əliyevi yaşatdı. Və Heydər Əliyev də elə bəri başdan demək istəyirəm ki, Naxçıvanlara boşluq qalmadı. Naxçıvanlarda Heydər Əliyev yaşatdı. Çünki Naxçıvan o vaxt elə bir ağır vəziyyətdə idi ki, həm erməni işğalına biz məruz qalıb, bugünkü bəzi bölgələrimiz kimi biz də qaçqın köçkün ola bilərdik və həm də Naxçıvanda açığı Naxçıvanı nəinki Ermənistan blokadaya götürmüşdü, elə bütün vaxtlarda Azərbaycan hakimiyyəti. Komünist dövründə də, Xaç səfəsi dövründə də həmişə Naxçıvanın qismətinə elə bir blokada yazılmışdı və heç kəs gəlmirdi, heç kəs kömək eləmirdi və Heydər Əliyev o vaxt Naxçıvanı İranın və Türkiyənin hesabına, onlardan alınan yardımların hesabına biz Naxçıvanda insanları yaşatdıq. İndi baxın, Heydər Əliyev görün nə qədər böyük bir tarixi şəxsiyyətidir, nə qədər bir güclü lider idi ki, hələ 1990-cı ildə SSR hökuməti də var, Komünist Partiyası da var. Naxçıvanda biz deputat seçildik. Talib elə gətirdi ki, Heydər Əliyev Nehrəm kəndindən, mən Cəhri kəndindən deputat seçildik və ondan sonra bir yerdə deputat olandan sonra bizim fəaliyyətimiz oldu, münasibətlərimiz yaxşılaşdı. Hələ onu deyim ki, Heydər Əliyev Naxçıvana gələndə, mən bunu yenə deyirəm, həmişə demişəm, yenə də demək istəyirəm, mən də Nazirlər Seyid Sədrin birinci müavin idim, Vilayət Partiya Komitəsinin büro üzvüydüm. Mənim Heydər Əliyevin gedib görüşməyim doğrudan da mənim üçün qorxuluydu. Amma mən çox fikirləşdim, çox götür-qoy elədim. İyul ayının 20-sində gəlmişdi, avqust ayının axırı idi. Bəli, mən getdim onun yaşadığı evə və görüşdük, soruşdu ki, sən kimsən? Söhbət elədik, mən bu işə baxıram, filan kəsən, beşkan kəsən. Söhbətlərimiz oldu. Sonra mənə dedi ki, sən qorxmadın, mənim yanıma gəldin. Dedim, nədən qorxmalıydım ki? Və sənə vəzifədən çıxardarlar axı. Dedim ki, o vaxt belə müraciət edirdik. Dedim ki, Heydər Əliyev, mən bu vəzifəyə girəndə bir də bu vəzifədən çıxmağımı gözümün qarşısına alıb gəlmişəm. Bu bir. İkinci də sizin kimin böyük bir şəxsiyyətə bu vəzifə qalmıyor. Bu vəzifələr boş şeydir. Amma mən öz kişiliyimə sığışdıra bilmərəm. Qeyrətimi qəbul eləməz ki, mənim xalqımın sizin kimi dahi bir oğlu gəlib, mən vəzifədə işləyirəm nədir ki, mən qorxam gəlib sizi görməyəm. Çox xoşuna gəldi. Sonra bizim dostluğumuz başladı, münasibətlərimiz. Çünki istər Azərbaycan parlamentində, istər Naxçıvanda həmişə bir yerdə olurduq.
həqiqətən həddindən artıq, indi mən gələcəm sizin o ədalətli sözü deməyinizə, çox hər şeyə obyektiv baxan insanıdır. Hamını da seçirdi. İnanın, bir-iki də mənə deyir ki, bu Nazirlər Kabinetində iclas olur, səni görmürəm axı. Dedim, mənə çağırsınlar canında, çağıran yoxdur axı. Sonra vəzifədən çıxandan sonra mən Standart Meteorologiya Mərkəzinin direktor oldum. Komünist Partiyasına qulluq elədim, axırda da qulluğumu, haqqımı verdi alıma, mənə töhmət verdilər, işdən çıxartdılar. Söhbət ondan getmir. Yəni, Heydər Əliyev 1990-cı ildə biz təzə seçilən kimi Naxçıvan Ali Sovetinin sessiyası çağırdı noyabrın 17-sində. Noyabrın 17-sində Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı. Bu nə deməkdir? Bu müstəqilliyin əsasını qoymaq. Özdə Sovet hökuməti hələ var, hələ güclüdür. Hələ bunu heç kəs cürət eləyə bilməzdi. Buna uzaq görən müdrik və cəsarətli insan lazımdır. O da Heydər Əliyevdir. Və qaldırdı. Qaldırmaqla bizə yolumuzu göstərdi ki, bizim yolumuz müstəqillikdir. Heydər Əliyev Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması yəqin ola bilsin ki, bəlkə kəp çıxacaqsınız ora. Bizim 15 gün qurtuluş günümüz. Bunların hamısını bizə verən məhz Heydər Əliyevdir. Biz Heydər Əliyevin ruhunun qarşısında nə qədər minnətdar olsaq da, nə qədər baş əysək də, yenə boşluyuq. Mən şəxsən boşluyam Eldar İbrahimov kimi. Və Heydər Əliyevin ədalətli bir insan olmağı, mən o vaxt ki, vəzifədən çıxartdılar komünist dövründə, üstdən bir il, 2 il keçdi, sonra mənə çağırdı, dedi, bilirəm, sənin haqqında iş, mən standart işləyirəm də, Azərbaycanda deputatıyam, gedib gəlirəm. Dedi ki, bilirəm, sənin haqqında böyük ədalətsizlik olur. Mən səni eyni vəzifəyə uyğun vəzifəyə verəcəyəm. Dedim, məsələ sizindir, siz bilirsiniz. Məni 1993-cü ilin 26 yanvarında o vaxt artıq olmuşdu Nazirlər Kabineti. Nazirlər Kabineti baş nazirin birinci müavini İqtisadiyyat və Planlaşdırma Komitəsinə sədr qoydu. Baxın, ədalət budur. Mən özümə görə demirəm. Tək mənim haqqımda eləməyib. Çoxlu insanlar haqqında eləyib. Heydər Əliyev ədalətsizliyi ilə barışmayan bir insanıdır. Yəni, Heydər Əliyev bir daha döndərmək istəyirəm ki, çox böyük tarixi şəxsiyyət olub və onun qoyduqlarını bugün bizim möhtərəm prezidentimiz çox uğurla davam etdirir. Heydər Əliyev siyasəti davam edilir və mənim üçün Heydər Əliyev sadəcə olaraq dünyasını dəyişib, Heydər Əliyev mənim üçün yaşayır, Heydər Əliyev var və həmişə də olacaq. Siz keçmişə toxundunuz, bir sualı verməkdən özümü saxlaya bilmirəm Eldar müəllim. Yəni, bəzən deyirlər ki, yəni, siz o dövrün siyasi hadisələrinə, o proseslərə bir köynək yaxın insansınız. Bəzən deyirlər ki, bəs o dövrdə bu AXC Müsavat kütlüyünün bu Azərbaycana həm iqtisadi məhrumiyyətlər, həm bu müharibə məğlubiyyəti gətirən o bir illik hakimiyyəti olmasaydı, yəni Heydər Əliyev hakimiyyətə gəlsəydi, bəlkə də o vaxt baş verən hadisələr olmazdı. Siz Heydər Əliyevlə yaxın olmuşsunuz, bir yerdə çalışmışsınız. Ondan bununla bağlı bir fikir eşitməmisinizmi? Onun bu məsələyə münasibəti necə olub? Mən özüm o vaxtları Azərbaycan Ali Sovetinin deputatı idim və o vaxtki deputatların arasında olan adamdım. Bu xaç səpəsindən olan adamlar, hakimiyyətə gələn adamlar, indi hörmətli televiziya tamaşaçıları ancaq görürdü ki, kimsə siqaret çəkir, stolun üstünə basır. Başqa şeylər görmürdü. Onlar orada nə söyüşlər eləyirdi? Bir-birlərini necə söyürdülər? Bir-birlərini təpişirli atırdılar. Əsl bir mədəniyyətsiz bir parlament idi. Qalırdım belə məəttəl və mən fikirləşirdim, deyirdim, ilahi, görəsən bunlar hakimiyyətə gəlib. Bu Azərbaycan xalqı nə xalq olacaq, olmayacaq xalq. Doğrudan da mən görürdüm ki, bunları azdan çoxdan bir balaca üzr istəyirəm, təvəccühatdan kənar olsa da burnumun qabağını görə bilirdim. Və ona görə mən öz ürəyimin hökmü ilə 18 mart 92-ci ildə həmin o məşhur sessiyada durdum, Heydər Əliyevin namizədliyini irəli sürdüm və üstündə durdum. Və çıxdıq, indi Ziyad Səməd Sədov vaxt birinci müavinidir, onun kabinetindən Naxçıvana zəng vurduq. Və orada mənə nə təzyiqlər oldu, təsirlər oldu, mən bunu demirəm. Bugünkü gün üçün, Heydər Əliyev üçün mən nə çalışmışamsa da, ölsəydim də qanım halal olmalıydı, qalsaydım da indi Allah üzümə baxdı, yaşadım, qaldım. Və məni məcbur eləyirdilər. Oradakı adamların indi keçib adlarını çəkmək istəmirəm kabinetdə. Və nəhayət o verilişə hamı baxıb, hörmətli televiziya tamaşaçıları bilir və telefonu kəsdilər və biz danışa bilmədik. Və mən getdim, qaydanda dedim ki, bəs Heydər Əliyev, getdik, görüşdük, haqqən zarafat elədi, bir güldü, dedi ki, Eldar, doğrudan sən çox cəsarətli oğlanmışsan, sən qorxmadın belə şey. Dedim, nədən qorxacağım? Mən doğrudan da başa düşmürdüm ki, adamı öldürərlər. Dedim ki, bəs siz niyə telefona zəng vurduq arada, sizə demədilər? Dedi ki, yox, mənə demədilər, heç bir telefon zəngi gəlməyib. Və dedim, nə olacaq xalqın axırı? Dedi, o xalq indi xaç səpəsinə inanır. O xalqı xaç səpəsi
görəcək ki, o xalqın başına nə oynatacaq. Ondan sonra xalq gələcək, bizi axtaracaq. Baxın uzaq görənliyə, baxın müdürüşlüyə. Görün nə qədər böyük bir insanıdır ki, o neçə ildən də sonranı görürdü ki, nə ola bilər. Eldar müəllim, hörmətli Eldar müəllim danışdığı epizod təfərrüatı ilə öz kitabımda əks elətdirdi və doğrudan Eldar müəllim o vaxtı böyük qəhrəmanlıq göstərdi. Amma mənim qənaətimcə mən sonra həmən sualı araşdırdım və bir nəfər mənə dedi ki, Heydər Əliyev bilirdi o məsələni və bilirdi ki, parlamentindən baş verdi. O bilərəkdən bəlkə də telefon dəstəyini qaldırmadı. Çünki mənim bildiyimə görə, bilirsiniz, Heydər Əliyev həmişə qalib gələn insandır. Amma o uzaq görənlik göstərərək başa düşdü ki, 18 may onun saatı deyil və onun dövrüdür. Çünki xalq cəbhəsi xəstəliyinə düçar olmuşdu və bu xəstəliyin acı nəticələrini görərkən özü o qənaətə gəlməli. Çünki Heydər Əliyev bəlkə hakimiyyətə gələrdi 92-ci, amma xalq cəbhəsi onu işləməyə qoymazdı. Və bəlkə də Azərbaycan əlbəttə ki, uduzdu ki, xalq cəbhəsi 92-ci ildə gəldi. Əlbəttə ki, Heydər Əliyev gəlsəydi 92-ci ildə 100% bu bəlalar olmazdı. 90-cı ildə gələrdi, daha gözəl olardı. Amma məntiqli idi ki, o 93-cü ildə. Elmira xanım, üzr istəyirəm, həmin siz dediyiniz sözü mənim özümə dedi. Dedi ki, Eldar, məni xalq cəbhəsi qoymaz işləyəm, getsəm də. Dedim, nətər, sizin kimi dahi bir adam görür. Dedi, xalq o xalq cəbhəsinə inanır. Gərək xalqın inamı o xalq cəbhəsindən dönsün. Ondan sonra vaxt yetişəcək. Söhbətimizi Siyavuş sizlə davam elətdirmək istəyirəm. Heydər Əliyev həmişə birləşdiricilik mövqeyindən çıxış edib. Yəni, bir növ onun qismətinə yazılıb o birləşdiricilik, Azərbaycan xalqının bütövlüyü, gücləndirilməsi məsələləri və o buna bir vəzifə kimi, öhdəlik kimi də baxmayıb, buna bir vətəndaş çağırışı, bir mənəvi borc kimi baxıb. Baxın, bu Azərbaycan bu 90-cı illərin belə deyək, o tali yüklü, həm də o tali müəyyən edici, o hadisələrinin, o proseslərinin yol ayrıcında dayandığı bir vaxtda Ulu Öndər partiya quruculuğu barədə düşünür. Səbəb nə idi Siyavuş? Təbii ki, Heydər Əliyev dahi şəxsiyyət olmaqla yanaşı, həmçinin Azərbaycan siyasi sisteminin formalaşması da Heydər Əliyevin adı ilə bağlı. Çox partiyalı sistemdir, Azərbaycanda seçki təcrübələrdir, Azərbaycanda seçki sisteminin çox partiyalı sistem əsasında aparılmasıdır. Bütün bunlar milli liderin adı ilə bağlı. Amma bir şeyi mən qeyd etmək istəyirəm ki, məhz Heydər Əliyev Azərbaycana qayıtdıqdan sonra ona qarşı olan ədalətsizliklər, ona qarşı olan bu Azərbaycan hakimiyyətinin, ayrı-ayrı qüvvələrin münasibəti nəinki milli liderimizi, həmçinin Azərbaycanın tanınmış ziyalıların, görkəmli şəxsiyyətlərin vadar elədi ki, onun ətrafında bir siyasi təşkilat yaratsınlar. Çünki Yeni Azərbaycan Partiyasının yaranması məhz elə qeyd olunur ki, zərurətdən yarandı. Bu zərurət nədən ibarət? Və həminki dövrə biz nəzər salanda görürük ki, Azərbaycanda bir xaosudur. Burada çox gözəl həmkarların fikirləri qeyd elədi ki, ən acı müstəqillik məhz Azərbaycana nəsib oldu bu 15 keçmiş ittifaq ölkələri arasında. Azərbaycanın əraziləri bir tərəfdən işğal olunmağa başladı. Azərbaycanda xaos, anarxiya, Azərbaycanda vətəndaş müharibəsi başlamaq ərəfəsində idi. Separatizm hökm sürürdü. Hərə bir tərəfdən özünə bir dövlət yaradırdı Azərbaycanı parçalamaq hesabına. Və bütün bu qarışıqlıq vaxtında, belə bir gərginlik bir anda artıq Azərbaycan ziyalıları gördü ki, Azərbaycanı bu insanlar idarə edə bilməz. Xalq cəbhəsinin dövrünə qədər artıq Azərbaycan dağıdılmışdı. Təsəvvür edin ki, Ermənistanda əgər biz götürsək ki, 90-cı ildən düz götürək 95-ə qədər bir prezident vardısa, Azərbaycanda 5 prezident dəyişmişdi. Hərəsi 6 ay öz komandası ilə gəlirdi, gedirdi və bunun da zərbəsi Azərbaycan xalqına dəyirdi. Və bu baxımdan da Azərbaycanın düşünülmüş ziyalıları fikirləşdilər ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və bunun qanuni yolu nədən ibarət olar? Çünki Heydər Əliyev siz qeyd elədiniz, həm birləşdirici idi, həm həddindən artıq ədalətli bir insandır. O bir bəyanat vermişdi, bundan sonra bütün ömrün xalqına həsr eləyəcək. Necə əvvəlki illərdə olduğu kimi qalan hissəsində xalqına həsr eləyəcək. Doğrudan da dəfələrlə insanlar müraciət etdilər ki, siyasi təşkilat yaradılsın, siyasi partiya yaradılsın. Və əsası da bu siyasi partiyanın yaradılmasının deməli 92-ci ilin prezident seçkilərində
Mütəllibov Azərbaycan Respublikası Konstitusiyasına bir maddə saldırmışdı. 121-ci maddənin ikinci bəndi yaş senzi, güya ki 65 yaşından yuxarı insanlar prezident seçilə bilməz. İkinci bir addım atdı ki, Naxçıvan Ali Məclisinin sədri Azərbaycan Parlamentinin sədr müavini olurdu və bu statusu da ləğv elədi Heydər Əliyevə. İndi gərək bunlar hamısı tarixdir və bu tarixi gərək insanlar bilsin. Və belə olan halda insanlar toplaşdı o vaxt Əlincə cəmiyyətində və yaş senci ilə bağlı mitingdir. 20 gün Ali Sovetin qabağında miting keçirildi Heydər Əliyevin hüquqlarının müdafiəsi ilə əlaqədar. O vaxtı namizədliyə müəssisə təşkilatlar irəli sürüldü. Azərbaycan 300 təşkilatından Heydər Əliyevin namizədliyi prezidentliyə irəli sürülmüşdü. Və biz bu məsələni qaldırdıq ki, artıq bu namizədlik qeydə alınmalıdır və Ali Sovet o maddəni götürməlidir. Ədalətli seçki istəyirsinizsə, demokratik seçki istəyirsinizsə, Heydər Əliyevin də namizədliyi qeydə alınsın və birlikdə seçki kampaniyası keçirilsin. Təbii ki, buna imkan vermədi Xalq Cəbhəsi həminki vaxtda, çünki Elçi bəyin namizədliyini irəli sürmüşdülər və həmin maddəni saxladı, deməli, Azərbaycan Respublikasının o vaxtki konstitusiyasında. Və bundan sonra orada toplaşan insanlar dedi ki, bu hüquqları davam elətdirmək lazımdır. Heydər Əliyevin hüquqlarının müdafiəsi üçün mütləq siyasi təşkilat yaranmalıdır və dəfələrlə nümayəndə heyəti Naxçıvana gəldi, getdi. Eldar müəllim də həmişə onları qarşılayanlardan olubdu. Həmişə orada bu işin partiyanın yaranması, təşkilatlanması işində çox böyük rolu olubdu. Və hər dəfə deyiləndə Heydər Əliyev imtina edirdi ki, mən bir dəfə bir partiyanın üzvü olmuşam, o partiya mənə xəyanət edibdir. Bundan sonra mən partiya yaradıb və partiyaya rəhbərlik etmək istəmirəm. Çox gərgin mübarizədən sonra və Azərbaycanın düşdüyü bu vəziyyəti nəzərə alaraq, deməli, Yeni Azərbaycan Partiyasının yaranmasına milli lider razılıq verdi və ona qədər də artıq gördülər ki, Yeni Azərbaycan Partiyası yaranır. Naxçıvan Muxtar Respublikasında həminki vaxtda 24 oktyabrda dövlət çevrilişi etdilər və televiziyanı tutdular, ondan sonra deməli Daxili İşlər Nazirliyini tutdular və xalqın gücü ilə bunlar devrildi oradan və ondan sonra 21 noyabrda Azərbaycanın bütün regionlarından olan, ora buraxmırdılar da insanları, 55 nəfər gücünə gedə bildi, qalanları isə Naxçıvan Muxtar Respublikasından. Hətta Bakıda bizim təsis konferansını keçirməyə icazə vermədilər. İndiki o demokratiyadan danışanlar, insan hüququndan danışanlar və nəticə etibarilə 21 noyabrda Yeni Azərbaycan Partiyası yarandı və partiya yaranandan sonra dərhal bütün regionun hər yerində təşkilatlar yaranmağa başladı. Ondan sonra artıq Azərbaycanın siyasi sistemi formalaşdı, Azərbaycanda proporsional majoritar qaydada seçki keçirildi və digər məsələlər davam etdi. Bayaq iki gözəl sual verdiniz, biri tarixi şəxsiyyətlə əlaqədar. O vaxtı bizə başqa partiyalar deyirdi ki, sizin partiya ideya ətrafında yox, şəxsiyyət ətrafında yaranmış partiyadır. Və çox gözəl Heydər Əliyevin belə bir fikri var ki, deyir, ideyanı şəxsiyyət verə bilər. Şəxsiyyət olmadan ideya hardan yarana bilər? Hər şəxsiyyətə ideya verər, tarixi şəxsiyyət ideya verər. Qeyd elədiniz, ədalətli insanıdır milli liderimiz. Bax, bizim partiyanın prinsiplərində də Azərbaycançılıq, dövlətçilik, qanunçuluq prinsipi ilə yanaşı sosial ədalət prinsipi də salınıbdır ki, sonradan biz bunu artıq konstitusiyamıza, axırıncı son referendumda konstitusiyamıza da daxil etdik ki, Azərbaycan sosial dövlətdir. Yəni, əsas istiqaməti bundan ibarətdir. Bir fikrinlə də yekunlaşdırmaq istəyirəm fikirlərimi ki, Heydər Əliyev milli liderimiz qeyd edirdi ki, nə qədər müstəqil Azərbaycan yaşayır, deməli mən də yaşayacağım. Ona görə Heydər Əliyev bugün yaşayır və bu işlərin hamısına bilavasitə nəzarət edir. Çox sağ olun, Siyavuş müəllim. Çox maraqlı məsələlərin üzərinə o tarixin qoyduğu, belə deyək də, o toz pərdəsini qaldırdınız biraz. Maraqlı məsələlərdən bəhs etdiniz. Yəni, doğrudan da partiyalar yaranır, hakimiyyəti əldə etmək üçün. Heydər Əliyev hakimiyyəti xalqa vermək üçün partiya yaratdı. Və bir də var fərdi maraqlar, bir də var milli maraqlar. Heydər Əliyev milli maraqlar üçün yaratmışdı o partiya ki, millətə xidmət eləsin. Elmira xanım, mən sizə bir 21 il əvvəl aparmaq istəyirəm. 94-cü il, oktyabrın 3-ü, yəni o dövlət çevrilişi təhlükəsi olan gün, Ulu Öndər televiziya ilə xalqa səsləndə hamını prezident
sarayının qarşısına səslədi və vaxt keçmişdi, hamı pay piyada gəldi sarayın qarşısına toplaşdı və bəlkə də çox az adam bilirdi ki, o vaxt Elmira Axundova Ulu Öndərin Heydər Əliyevin səsini, Azərbaycanın səsini Azadlıq Radiosu vasitəsilə bütün dünya çatdırır və bunun özü bir prinsip etibarilə bir qoşunun görə biləcəyi işdən ziyadə bir iş idi. Bəlkə elə buna görə Ulu Öndər sizə həmişə o köhnə vəfalı dost adlandırıb. Mən icazə versə bizə kəlmə deyim, ona qədər Elmira xanım haqqında. Mən çox yaxşı xatırlayıram, Siyavuş müəllim də çox yaxşı xatırlayır. Naxçıvana o vaxt 91-ci ildə quş quşluğuna uça bilmirdi. Bayaq Siyavuş müəllim çox gözəl dedi. Demək, bizdə aeroport belə deyək ki, cəbhəçilərin əlindədir. Kim düşürdü, Nizam müəllim, onu orada döyürdülər, üstün başını cırdılar, təzədən qaytardılar ki. Elmira xanım qadığının yanına o vaxt gəldi, Elmira xanım o vaxt mənə tanımırdı. Mən Heydər Əliyevin tez-tez qəbul otağında olurdum, Priyomluda. Gəldi, girdi, müsahibə götürdü və o müsahibəni dünyaya çatdırdı. Ona görə bizim belə qeyrətli kişi qadınlarımız da var. Ulu Öndər də ona görə köhnə vəfalı dost deyirdi ona. Çox sağ olun, mənə bu imkan yaratdığınızdan görə belə gözəl insanların əhatəsində biz də oradan bu gözəl mövzunu işləyirik və mən bu mövzu ilə demək olar ki 20 ildən artıqdır yaşayıram və yaşayacağım da ömrün axırına kimi. Çünki bundan böyük möhtəşəm mövzu ola bilməz. Siz düz demirsiniz, Siyavuş düz dedi ki, nə qədər də yazsaq, nə qədər də araşdırsaq, bu ümmandır, dəryadır. O qədər də hələ araşdırmağa bir işlər qalacaq və 3-4 oktyabr hadisələri siz yada saldınız. Bu çox maraqlı bir hadisələrdir. Hərdən onu sadəcə bir dövlət çevrilişində cəhd kimi yazırlar. Amma mənə elə gəlir ki, bu çox dərin bir məsələ idi. Bilirsiniz, 92-ci ildə 3-4 oktyabrda başqa bir məsələ həll olunurdu. Siyasi sisteminin dayanıqlığı. Heydər Əliyev tərəfdən bir ildir yaradılan sistemin, siyasi sistemin xalq tərəfindən dəstəkləməsi məsələsi. Ayın 1-dən 2-sinə keçən gecə Amon Mahir Cavadovun başda olmaqla baş prokurorluğu zəbt eləyir və orada nələr baş verir, bu bizim kitablarımızda da əks olunub. Ayın 2-si, 3-i biz intizar içindəydik, sonra biraz seyirlənib vəziyyət və biz elə bilirdik ki, biraz nisbətən 3-dən 4-nə keçən gecə biraz sakit olacaq və düzü çox yorğun idim və yatmaq istəyirdim ki, 2 gecə yatmamışdıq. Birdən həyat yoldaşım gəlir içəri evə, kabinetimə, deyir ki, sən bir televizoru aç, edərək xalqa müraciət eləyir. Deməli, açan kimi, bir-iki qulaq asan kimi başa düşdüm ki, nə baş verir və nə təhlükə Azərbaycanın başı üzərində deməli, qaranlıq buludlar. Mən baxdım saatda 11-15 idi, indi də yazımdadır, 12 işləyirdi. Bizim isə Svoboda Radiosunda Rus redaksiyası, bilirsiniz ki, bütün dünyaya yayılan Liberty Life verilişi vardı. Gördüm ki, bu artıq başlayıb. Başlayıb cürət elədim ki, bir zəng eləyim və deyim ki, belə bir məsələ, bəlkə məni birbaşa efirə qoşa bilərlər. Bu nadir bir hallar ola bilər. Təəccüb də olsa məni o vaxtın Svoboda Radiosunun baş direktoru Savik Şusterlə callaşdırdılar. Savik də belə əl çatmaz bir insan idi. Dedi, nə olub, nə baş verir? Dedim ki, bax, belə, indi hələ o da danışır da televiziyada. Dedim ki, sən birbaşa qoşula bilərsən. Mən biraz qorxdum, düzü, birbaşa çətindir axı, hələ danışır, kişi danışır, hələ bilmir. Dedim, çalışarım. Özüm görürəm ki, titriyəm, hərəcandan, ağlamağım da tutur. Görürəm ki, hadisələr məni callaşdılar və təsəvvür edin, düz bir 5-6 dəqiqə mən birbaşa sinxron Heydər Əliyevin nitqini tərcümə elədim, efirə verdim. Efirə verdim, indi necə danışdım, nə cürə danışdım, görünür ki, çox həyəcanlı danışdım. Çünki doğrudan Savik sonra götürdü trubkanı, deyir, sən də gedirsən, deyir, ora. Deyirəm, cənab prezident bizi çağırdı, biz burada otura bilmərik ki, biraz özündən müğayət ol. O Savikdən çıxan bir sözləri indi də mənim yadımdadır, özündən müğayət. Biz bilmirdik ki, nə baş verəcək. Və biz həyat yoldaşımla çıxdıq evdən, mənim 12 yaşımda qıza, 6 yaşımda oğlanı tapşırdım, biz getdik. Çıxdıq, vaxt indi bu mənzərə, mən bilirsiniz, ömrün axırınacan bu mənzərə mənim, kimsə deyirdi, sonra avtobusla gətirirlər cəmaatı, kimsə deyir ki,
Yalandır. Mən özüm görmüşəm. Mən Sovetski deyilən küçədən bir aşağıda yaşayırdım. Mən gedirdim o küçə ilə, həyat yolu. Əvvəl qaranlıq idi. Heç kim çıxmırdı. Bir-iki. Mən qorxdum ki, biz hara gedirik? Heç kim çıxmır. İnsan yoxdur. Sonra ki, yəqin o Heydər Əli nitqi qutardı. Hələ təzə-təzə çıxmışdı. Gördüm bu qapı açıldı. O qapı açıldı. Bu darvaza açıldı. Bu balaca ruçi yox. Biz gedə-gedə, bilirsiniz necəsi ağlayırdı mən sevincdən. İnsan dənizinin axında. Biz prezident aparatı çatanda insan dənizin axınında gedirdik. Və biz gəldik, yaxınlaşdıq, gördük ki, cəmaət aşağıda bizi birbaşa buraxdılar yuxarı hissəyə, prezident aparatının qarşısına. Başladıq bir-birimizi qucaqlamağa. Jurnalistlər bir-birini görəndə ağlayıb qucaqlaşırdıq, elə bil qəlbə çaldıq. Nə baş verdik? Başa düşürsən? Bax, bu hadisələr heç vaxt mənim yadımdan çıxmaz. Sonra Heydər Əliyev gəldi, məlum onun çıxışı. Sonra biz onu əhatəyə götürdük, birbaşa müsahibə götürdük. Sonra getdik Nazirlər Kabineti binasında Sürət Hüseynin qapını açdıq. Onu tapdıq və bir sürü jurnalist onu dirədilər. Bilirsiniz nələr baş vermişdi? Biz də danışa bilmirdi, cavab verə bilmirdi. Bütün cavabları ondan aldıq və bütün gecəni işlədik səhərəcən. Bu hadisələri o vaxtı mən sizə deyim ki, təzə yaranan müstəqil Azərbaycan mətbuatı özünü çox gözəl göstərdi. Və təzə yaradılan müstəqil Azərbaycan mətbuatı o günü yarandı. Mənə elə gəlir ki. Və nahaq yerə deyil ki, yəqin bu barədə Əflatun da danışacaq. Heydər Əliyev mətbuatımıza belə hörmət eləyirdi, belə diqqət yetirirdi. Çünki o başa düşürdü ki, bax, mətbuat nədir? Belə anlarda daha lazımdır. Bəli, ona görə fəxr eləyirik ki, əlbəttə danışmağa çox sözlər tapılacaq və belə hadisələr olub bir neçə dəfə. Amma məhz 94-cü ildən sonra, bu hadisələrdən sonra biz bir daha əmin olduq ki, xalq və Heydər doğrudan bu mərhumlar, bax, bir-birinə necə bağlıdır və məhz Heydər Əliyevin hakimiyyəti xalqa söykənir, xalqa dirənir və heç vaxt xalq qoymaz ki, bax, belə bir cəhdlər baş versin gələcək. Çox sağ olun Elmira xanım. Səttar müəllim, sizdən əvvəlki müsahiblərim Heydər Əliyevin xalqa xidmət məramının bəzi məqamlarından söhbət açdılar və vurğulanan əsas amillərdən biri də onun o quruculuq missiyası idi. Bu quruculuğun qarşılığı Nizami müəllimdə təsdiq edir, o antonimi dağıdıcılıqdır. Çox maraqlı bir məsələdir ki, bu AXC Müsavat iqtidarı o bir illik hakimiyyəti dövründə belə deyək də bir toyuq ini tikməsə də o boyda Elmlər Akademiyasını bir də Həmkarlar İttifaqını ləğv eləmək istəyirdilər. Yəni hər ikisinin də qarşısını Ulu Öndər Heydər Əliyev aldı. Heç şübhəsiz həmkarları onun qayğısı olub və sizin o birgə görüşlərdə yəqin xatirələriniz var, ürək sözləriniz var. Buyurun. Heydər Əliyev haqqında danışmaq üçün mən onun Sovetlər dönəmində Azərbaycan Kommunist Partiyasının birinci katib işlədiyi dövrü bir nəzərdən keçirmək istəyirəm. 69-82-ci illərə qədər olan dövrü. O dövrlərdə, demək 69-cu ilə qədər Azərbaycanda Həmkarlar Təşkilatı bir zəif bir qurum. Yəni onun krot sistemi çox pis inkişaf etmişdi. O dövrdə demək Azərbaycan Həmkarlar İttifaqı Şurasının 8 sanatoriyası olmuşdu. Yəni 69-cu ilə qədər. Yəni bu sanatoriyalarda keçmiş neft maqnatlarının bağları olmuşdu və yaxud da evləri olmuşdu Mərdəkanda. Yəni köhnə bir binalar idi. Onun yanında əlavə tikililər edib sanatoriya çevirmişdilər. Ancaq 69-cu ildən Heydər Əliyev gələndən sonra 82-ci ilə qədər Azərbaycanda 40-dan artıq sanatoriya tikildi. O cümlədən mən sizə nəzərə çatdırım ki, yəni bu istirahət mərkəzi, turist kompleksləri tikildi, otellər tikildi, Abşeron oteli, Qarabağ oteli tikildi. Yəni Heydər Əliyev həmişə Həmkarlar Təşkilatı, istər Sovet dönəmində həmişə diqqətlə, qayğı ilə yanaşmışdı. Həmkarlar Təşkilatı bütün qurultaylarında Sovet dönəmində Heydər Əliyev orada çıxış edib, proqram xarakterli çıxışlar edib, öz tövsiyələrini vermişdi. İkinci bir tərəfdən mən sizə nəzər çatdırım ki, Heydər Əliyev cənablarının 82-ci ildə demək SSR və CSPS Ümumi Həmkarlar Təşkilatı ilə Azərbaycan Kommunist Partiyası və Nazirlər Kabineti bircə bir qərar qəbul etmişdilər. Yəni Azərbaycanın Nabran-Yalama bölgəsində Ümumi İttifaq əhəmiyyətli demək istirahət mərkəzləri sanatoriya tikilsin. Yəni bu qərar qəbul olmuşdu. Burada da əlavə 65.000 nəfərlik istirahət mərkəzləri tikiləcəkdir. Mənim məqsədim deməkdə fikrim oradadır ki,
Azərbaycanda Azərbaycan Həmkarlar İttifaqlarının KROT sisteminin inkişafı birbaşa Ulu Öndərin adı ilə bağlı. Yəni bu nəzarət olmasaydı, bunların açılışına getməsəydi, bu tapşırıqları verilməsəydi, demək bu məsələlər öz əksini tapmayacaqdı. İkinci bir tərəfdən mən sizə nəzərə çatdırım ki, bayaq da qeyd elədiniz, yəni Azərbaycanda Musavat cəhbə hakimiyyətə gələn dövrdə, yəni ilk bunların fikirlərindən biri ondan ibarət oldu ki, akademiyanın həmkarlar təşkilatını dağıtsınlar. Çünki komsomolu dağıtmışlar, digər təşkilatlar yox idi. Həmkarlar təşkilatının üzünə hücum vericilər ki, bu təşkilatı demək ləğv eləmək. Demək birinci, demək Elçibə tərəfindən tapşırıq vermişdi. Maliyyə naziri vaxt Salih Məmmədov idi. Salih Məmmədov tərəfindən bütün idarələrə, maliyyə orqanlarına tapşırıq vermişdi, üzvlük haqqı tutulmaz. Yazılı sürətdə məşğullar getmişdi. İkinci bir qərar, bir də görürəm ki, 92-ci ilin 29 iyulda Elçibənin sərəncamı gəlir ki, Azərbaycan Həmkarlar İttifaqlarının binası necə belə yazıb bir cümlə ilə demək Xarici İşlər Nazirinə verilsin. Onun arxasında biraz keçməmiş, demək bir 3-4 artıq keçməmiş, ikinci bir fərman imzaladı. Bu dəfə fərman. Fərman imzaladı ki, Azərbaycan Həmkarlarının KROT sistemi Səhiyyə Nazirinə verilsin. Yəni belə bir xaos yaranmışdı. Yəni üstündən bir müddət keçməmiş Heydər Əliyev cənabları xalqın iradəsinə təkidlə Azərbaycan xalqının prezidenti seçiləndən sonra məni dəvət elədi, getdim. Bəs mənə söylədi ki, bunlar nə istəyirdi sizdən? Dedim, belə binaların verilməsi, bunu verilməsi, üzvlük haqqının verilməsi. Sonra fikirləşdi ki, bunlar deyir, bəs bu sərəncamları, fərmanları verəndə düşünmürlər ki, bunların hamısı qeyri-qanuni addımlardır. Bu həmkarlar istər Sovetlər dönəmində adı deyib partiyanın olsa da mülkiyyəti demək toxunulmaz idi. Bunlar bilmirdi bu idarəçiliyi. Və bir söhbətdən sonra mən xahiş elədim ki, bəs Elçibənin fərmanını ləğv etmək üçün mənə söhbət elədi. Dedi ki, bir mərtəbəni Xarici İşlər Nazirinə oturmağa verərsiniz. Dedim, sizə qurbandır cənab prezident. Binanı da verə bilərəm. Ancaq onu belə bir söhbət elədi. Dedi, yox, bir etajını verərsiniz. Dedim, biz hazırıq verməyə. Bir məsələ dedim, onda gərək biz Xarici İşlər Nazirinə biz müqavilə bağlayaq ki, biz qeyri-dövlət təşkilatı, siz dövlət təşkilatı, cüzi də olsa dövlətin imkanları daxilində nə verə bilərlərsə versinlər. Dedi, pul da istəyən, dedim, dedi, yaxşı, mən Maliyyə Nazirinə tapşırıq verirəm, bu məsələni həll edəyələr. Və sonra dedim, bəs Elçibəyin sərəncamı, bəs Elçibəyin sərəncamı var, bəs bunu necə demək? Dedi ki, sabah saat 12-yə qədər sənin stolun üstündə olur. Mən doğrudan da belə çox tutuldum. Gələndə səhər baxdım ki, bir polkovnik hərbiçi, bir peçatlı bir məktub gətirdilər, sekretini imzaladılar. Açdım ki, bəs Elçibəyin sərəncamını ləğv eləyib və Həmkarlar Təşkilatının müqavilə pul ödənsin, hamısı demək öz əksini orada tapdı. Heydər Əliyev həmişə Həmkarlar Təşkilatına diqqətlə, qayğı ilə yanaşıb və Həmkarlar Təşkilatının çalışan işçilərin əməyin yüksək qiymətlərini, onlara orden medallarının verilməsi. Yəni həmişə və mən sizin nəzərə çatdırım ki, 98-ci il axırıncı dəfə hər il qurultaydan sonra bizim xarici vətəndaşları, demək qonaqları qəbul edib, söhbət edirdi. Demək 98-ci ildə demək bizi qəbul etdi. Bir 40-dan artıq ölkənin Həmkarlar Təşkilatının mərkəzlərinin rəhbərləri iştirak edirdi. Orada xeyli bu həmkarlar haqqında danışdı, bütün suallara cavab verdi, insanların ünsiyyət qurdu. Və sonradan bir cəmiyyətə mən belə başa düşən bir mesaj verdi ki, dedim, mən Həmkarlar Təşkilatının üzvü bir arada olmamışam, Milli Təhlükəsizlik orqanında olanda. Ondan sonra bir Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra o dövrdən mən indiyə qədər həmkarların üzvü olmuşam. Bir zarafat dedi ki, özdə üzvlük haqqında vaxtında ödəmişəm. Sonra dedim, mənim borcum yoxdur. Dedim, cənab prezident, heç bir borcu yoxdur. Yəni oradan çıxandan sonra bu xarici ölkənin həmkarlar təşkilatları hamısı deyirlər ki, siz necə xoşbəxt insansınız ki, sizin belə bir rəhbəriniz var. Həmkarlar təşkilatı demək durduqca, mən bu məsuliyyəti ilə deyirəm, yəni Heydər Əliyev heç vaxt unutmayacaq. Yəni biz də həmkarlar təşkilatı olaraq, ilk olaraq ölkə prezidenti həmişə namizədliyini, yəni Azərbaycanın ən kütləvi, ən böyük bir ictimai birlik kimi, demək namizədliyi, prezidentliyə namizədliyi irəli sürmüş. Yəni bu həmişə belə olacaq. Bu gün də demək ölkə prezidentinin
varisi İlham Əliyev cənabları həmkarlara göstərən bu qayğını davam elətdirir. Çox sağ olun Səttar müəllim, Nizam müəllim. Heydər Əliyev kimi taleyi xalqının taleyi ilə bu qədər sıx ülfət bağlanmış, o çulğaşmış ikinci bir dövlət başçısı təsəvvür eləmək çətindir, bəlkə də qeyri-mümkündür. Çünki bugün onların hamısının o səhvi sırası gözümüzün qarşısındadır. Yəni o dahi insanlara xas olan bütün o mənəvi keyfiyyətlər, bütün o işçi məziyyətlərin hamısı belə deyək də qibtə ediləcək kamilliklə onun simasında öz təcəssümünü tapmışdı. Yəni hansılar idi bunlar? Siz deyəsiniz bunları, yəni onun o siyasi uzaq görənliyi bayaq toxunuldu və müdrikliyi, itiz zehni, dərin o fəhim, yüksək humanizm, onun cömertliyi, qətiyyəti, cəsarəti, bunların hamısı, yəni bir dövlət başçısı üçün bunlar çox deyildimi? Yaxud idarə etmədə bunlar daha çox mane olurdu, yoxsa kömək edirdi ona? Əlbəttə, Heydər Əliyev bizim ümummilli liderimiz elə böyük bir tarixi şəxsiyyətdir ki, onu təhlil eləmək özü böyük bir elmdir. Yəni, düzgün, dəqiq təhlil eləyərsən, bu elə bir elmdir ki, bundan sonra da bizim xalqımıza həmişə lazım olacaq. Bəli, yəni o var və tədqiqatlar da var, araşdırmalar da var, fəaliyyətindən tutmuş şəxsiyyətinə qədər. Çox bizim üçün fəxirdir ki, indi biraz az, biraz çox hamımız milli liderimizlə təmaslı olmuşuq, söhbət eləmişik. O adamla danışanda elə bilirdin günəş doğur. Yəni, belə işıqlanır. Və məsələn, şəxsən mən öz müşahidələrimi deyim, qarşısındakına elə bir münasibət bəsləyirdi ki, o qədər açıq, səmimi. Yəni, sən özün qürrələnirdin ki, bu qədər nəhəng tarixi şəxsiyyət səni bu qədər yüksəldir. Bizim böyük şairimiz, xalq şairimiz Nəriman Həsənzadənin bir sözü var, deyir, bir dəfə deyir, mən Heydər Əliyevə dedim ki, bəs Heydər müəllim, sizlə danışanda adam özünü çox böyük adam hesab edir. Yəni, o xüsusiyyət var idi. O da nədir? Heydər Əliyev tarixçi idi də, yalnız elmi ilə yox, təbiəti etibarı ilə də o tarixdən gəlirdi. Nə qədər böyük tarixi şəxsiyyətlər var idisə, hamısını tərcümə halını öyrənmişdi. Və xüsusilə Azərbaycanın böyük tarixi şəxsiyyətləri həm də onları yüksəltmişdi. Lider adətən öz dövrünün hadisəsi olmur. Liderin mənşəyi çox dərindən gəlir. Geni çox dərindən gəlir. Belə olmasa lider olmaq olmaz. Bəli. Və o sinxron hadisə olmur. Liderlik elədir ki, o gərək bir diaxron hadisədir. Gərək çox qədimdən gələ və çox gələcəyə də gedə. Bax, bu mənada... faktdır həm də. Bəli, bax, bizim burada hamımızın danışıqlarımızda yəni o hiss olunur. Heydər Əliyevdən danışanda adamda bir enerji əmələ gəlir. Niyə? Onun təbiətində də çox pozitiv bir enerji var idi. Azərbaycan xalqının tarixində, indi biz danışa-danışa o faktlar deyilə-deyilə mənim yadıma bir məsələ düşdü ki, biz bir 80-ci illəri götürək. Yəni, Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdığı, xüsusilə 80-ci illərin sonlarına doğru. Bir də 80-ci illərə qədər 70-ci illəri götürək, bir də 90-cı illəri götürək. Müxtəlif tarixi şəraitlərdir. Biri Sovet dövrüdür, biri müstəqillik dövrüdür. Və 70-ci illərdə Heydər Əliyev nə işlər gördü? 90-cı illərdə nə işlər gördü? Və Heydər Əliyev olmayan illərdə nə hadisələr gəldi Azərbaycanın və Azərbaycan xalqının başına? Yəni, bunları sadəcə müqayisə eləmək, o özü bir Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyevin düşüncə tipini və Heydər Əliyevin taleyinin nə dərəcədə Azərbaycan xalqının taleyi ilə bağlı olduğunu göstərir bunlar. Ümummilli liderimizin bir başqa dövlət rəhbərləri ilə, dövlət qurucuları ilə müqayisəyə gəlməyəcək qədər bir böyük istedadı var idi. O da dilə, ədəbiyyata, incəsənətə, elmə xüsusi fikir verməyi, Türk respublikaları ilə Sovetlər Birliyi tərkibində olan
hansından istəyirsiniz Azərbaycanı müqayisə eləyin. Bax, Özbəkistan, Qazaxıstan, Qırğızstan, Türkmənistan. Yəni, Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin qorunmasını başqa heç birindən müqayisə eləmək mümkün deyil. Bəli, elə respublikalar var idi ki, respublikanın mərkəzində bir dənə ana dilli məktəb yox idi. Bəli, bax, bunu indi əlbəttə o böyük mübarizələr, onu həmişə çox xatırlayırdı. Və bir də indi müqayisələr eləmək olar da ki, məsələn, Azərbaycan yazıçılarının qurultaylarındakı qədər Heydər Əliyev, o zaman Azərbaycanın da birinci şəxsi, səmimi danışdığı başqa məclis olmuyor. Bütün dərdləri, ağrıları, hətta bəzən yazıçıları tənbih eləməyə qədər. Məsələn, deyək ki, məsələn, Füzuli ilə, Nəsimi ilə bağlı o zaman problemlər çıxırdı, onların məzarı ilə əlaqədar və görürdün ki, iclaslarda elə. Deyir, yaxşı, siz məndən gözləyirsiniz təşəbbüsü, yəni bununla da imkan yaradırdı ki, təşəbbüsü eləyin də, mən bunu deyir, yəni, məsələn, deyir, Mirzə İbrahimov durub desə ki, bu məsələdə vəziyyət necədir? İraq səfirliyi onun üzərinə hücuma keçəcək. Mən bu fikirdəyəm ki, Heydər Əliyev həm də Azərbaycanın tarixində bir millət qurucusudur. Çox sağ olun Nizam müəllim, bayaqki bir fikrinizi inkişaf elətdirmək istəyirəm. Filosof kimi götürürəm, yəni ki, Marksın bir sözü var idi, deyir, insan yalnız özü üçün işləyəndə, deyir, ondan yaxşı yazıcı olar, şair olar, bəstəkar, alim çıxar, amma xalq üçün işləyəndə ondan mükəmməl və dahi insan çıxar. Heydər Əliyev xalq üçün işləyirdi, ona görə də mükəmməl, dahi bir insan idi. Əflatun müəllim, Ulu Öndərin mətbuatla münasibəti o dillərdə belə deyək də rəvayətdir. Jurnalist əməyinə böyük qiymət verirdi, bunu fədakar əmək adlandırırdı. Ümumiyyətlə, Nizam müəllimin dediyi kimi bütün yaradıcı adamlara onun diqqət qayğısı var idi, o cümlədən də söz adamlarına. Nədən irəli gəlirdi? Siz bunun səbəbini nədə görürsünüz? Təşəkkür edirəm mən sizə. Xalqımızın ümumi lideri elə bir şəxsiyyətdir ki, onun fəaliyyəti ilə bağlı bir istiqamətlə danışmaq mənə bilirəm ki, mümkün deyil, çox çətindir. Elə bu sözə münasibətdə də, jurnalistika münasibətdə də mən belə düşünürəm ki, kompleks danışmaq lazımdır. Əgər biz xatırlasaq həmin müddəti, Nizam müəllim burada söylədi, həmin müddətdə Azərbaycanda elmlə bağlı, ədəbiyyatla bağlı, incəsənətlə bağlı, musiqi ilə bağlı, arxitektur ilə bağlı və digər sahələrlə bağlı çox saylı həm beynəlxalq miqyaslı, həm Sovetlər miqyaslı çox saylı tədbirlər keçirirdi. Bu da ki, məhz Heydər Əliyevin bu sahəyə verdiyi diqqətin bariz nümunəsi idi. Mən öz təcrübəmdən deyə bilərəm. Mən Azərtacda işləmişəm və Azərtacda adətən tədbirə göndərilərkən deyirdilər ki, tədbirə get. Yəni, sən yarım saatdan sonra həmən tədbirdə olmalısan. Bir də belə bir hadisə baş vermişdi. Əmək qəhrəmanlarını mükafatlandırarkən tədbir başlayıb, jurnalistlər gəlməyib. Televiziyada gəlməyib, amma tədbirin vaxtı çatıb, tədbir başlamalıdır. Mərkəzdən də Moskvadan qonaqlar gəlib. Və 5 dəqiqə, 10 dəqiqə, artıq 10 dəqiqədən sonra jurnalistlər tədbirə daxil olarkən Heydər Əliyev tədbiri dayandırıb, yenidən təqdimat mərasimi başlayıb və deməli, bu da medianın, jurnalistikanın roluna yüksək qiymət verilməsindən bağlıdır və jurnalistlərə kifayət qədər sayğılı yanaşırdı. Hələ hakimiyyətə birinci dəfə gələrkən 69-cu ildə. Azərtacda Yaşar Xəyalov danışır. Ki, biz getdik rayona, Tərlaya getdik, çoxlu şəkillər çəkdik, görüşlər oldu və hamı getdi. Yaşar Xəyalov qalıb geride, hamı gedib. Və deyir, sonra Heydər Əliyev maşını dayandı mənim yanımda, arxaya gəldi. Dedi, sənə çək qoyublar. Dedilər, əgər onlar bilsələr ki, sən onların şəkillərini çəkib və onları tarixə çevirirsən, yəqin ki, onlar səni burada tək qoymazdılar. Əlbəttə, Yaşar müəllim orada tək qalmayıb. Tez gəlib onu da götürüblər və o jurnalistlərlə bağlı bütün tədbirlərdə kifayət qədər xoş danışıb.
kifayət qədər onların qayğısı ilə maraqlanıb və ona görə də Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrkən məhz həmin jurnalistlər Heydər Əliyevi çox müsbət qarşıladılar. Siyasi yöndən asılı olmayaraq bütün jurnalistlər onun ətraflarına toplaşdılar. Necə ki, o dövlət çevrilişinə cəhd zamanı. İndi Azadlıq radiosundan danışma mümkün deyil. Ancaq o zaman Azadlıq radiosu və digər siyasi yöndən asılı olmayaraq bütün kütləvi informasiya vasitələri Heydər Əliyevin yanındaydı. Sizə bir misal danışım ki, Azərtac SİTA'dan sonra texniki vasitə ilə təsis olunmuş ikinci bir agentlik idi. Artıq 80-ci illərdə Azərtacda kompüterləşmə gedirdi. Moskva Olimpiyasından sonra kompüterləşmə gedirdi. Bəli, kompüterləşmə getdi. Və o müddətdə nəşriyyat binasının tikilməsi və jurnalistlərə kifayət qədər çox böyük qayğı göstərdilər. Əgər siz tarixi səhifələri vərəqləsəniz, məhz o hadisələrə qədər, biraz da siz o dövlət çevrilişindən də əvvəlki Heydər Əliyev Bakıya gəldi, Gəncəyə yollandı, sonra müxtəlif görüşlər keçirdi. Bəli, o görüşlərdə siyasi yöndən asılı olmayaraq, hətta nəinki yerli, xarici jurnalistlər də oldu və o müddətdə artıq bu vaxta qədər pərakəndə olan Azərbaycan jurnalistikası birləşdi, vətənpərvər oldu. Heydər Əliyev Azərbaycan jurnalistlərinə vətənpərvərlik hissi aşıladı. Və bundan başqa onun jurnalistlərə münasibəti ki, o qapalı olan yerlərdə söhbətlərin, açıq söhbətlərin olunması, Göyçü alçasından bağlı, Kəkil yotu çayı ilə bağlı, dişləmə çayı ilə bağlı, Kəkil yotu ilə bağlı bu söhbətlər də olurdu bu söhbətlər. Və uzun müddət jurnalistlər arasında bir müzakirəyə çevrildi. Necə olur kəkli yotu, kək otudur, necə olur kəkli yotu. Bir dəfə də bir jurnalist mənim yadımda dedi ki, yəqin ki, kəkli işin yediyi ot deyəndə elə baxdı, dedi, siyasi səhv etmək olmaz zarafatla. Bu da bir gülüşə səbəb oldu. Azərbaycan jurnalistləri həmişə xalqımızın liderini Heydər Əliyev arxalanıblar. 1998-ci ilin avqustun 6-sında çox riskli, ciddi bir addım atıldı. Müharibə şəraitində olan, ərazilərinin 20% düşmən tapdağında olan və 1 milyon qaçqına sahib bir dövlətdə kütləvi informasiya vasitələri üzərindən senzura götürüldü və bu gün o xəbər demək olar ki, Moskva qəzetlərində manşetlərdə getdi. Hətta İttihatın baş xəbəri kimi oldu. Çünki MDB məkanında ilk ölkə idi ki, kütləvi informasiya vasitələri üzərindən senzura götürüldü. Belə bir məqamda biz qərara gəldik ki, jurnalistlər arasında bir sorğu keçirək. Jurnalistlərin dostu ilə bağlı hansı dövlət məmuru jurnalistlərə daha yaxındır? O sorğunu o zaman mən Ruh Jurnalistlər Müdafiə Komitəsinin sədri idim. Biz orada keçirdik və onun nəticələri demək olar ki, tam əksəriyyəti jurnalistlərin dostu kimi Heydər Əliyev göstərdi. Bir neçə anket boş idi. Kimlər öz fikirlərini yazmağa çəkinmişdi. Ancaq ki, çox maraqlı bu anketlər yenə də qalır. Biz onu arxivə verməyə planlaşdırırıq. Siyasi yöndən asılı olmayaraq bütün kütləvi informasiya vasitələri özlərinə dost kimi Heydər Əliyev göstərmişlər. Çünki o Azərbaycan jurnalistikasını ölümdən qurtarmışdı. Çox sağ olun Əflatun müəllim. Bahar xanım, görünür bu da taleyin bir qisməti imiş ki, Heydər Əliyev bir müddət Azərbaycan parlamentinə başçılıq elədi. Yəni bir hardasa 4 ay müddətində və heç şübhəsiz o özünün o idarə etmə o prinsipinə uyğun olaraq, sadiq qalaraq orada da heç şübhəsiz bir parlamentarizm təcrübəsi qoydu, yaratdı. Bax, bu ötən, belə deyək, 21 ildə Azərbaycan, bugünkü müasir Azərbaycan parlamenti o irsdən necə bəhrələnir? Hər dəfə bu cür söhbətləri dinləyəndə və Heydər Əliyev haqqında düşünəndə bir daha özüm üçün yəqin edirəm və təsdiq edirəm ki, nə qədər biz varıq, biz Heydər Əliyevdən danışacağıq, xalq olaraq və dövlət olaraq. Və Heydər Əliyevdən danışdıqca bu irs bitənən, tükənən deyil. Və nə qədər Azərbaycan xalqı var, bu irs tədqiq olunacaq, cüld kitablar yazılacaq, filmlər çəkiləcək. Və bütöv nəsillər bu irsdən bəhrələnəcək və bir öz dövrünün insanı, öz dövrünün vətəndaşı kimi formalaşmaq üçün bu irsdən örnək götürəcək. Siz baxın, o məşhur hadisələr baş verən zaman, iyun hadisələri yox ki, çox saylı dəvətlərdən sonra Bakıya gəldi. Gələn kimi də məsələni yerində araşdırmaq üçün Gəncəyə səfər etməli oldu. Və onun o parlamentdəki ilk çıxışı hər birimizin yaxşı xatirindədir. O çıxış əvvəldən sona qədər
bizim istəklərimizin, arzularımızın, Azərbaycan adına, öz həyatımız adına, gələcəyimiz adına düşüncələrimizin bir məcmusudur elə bil ki, biz onu belə bir uzun illər susuz qalmış, uzun müddət susuz qalmış bir insan suyu necə içər kimi biz o çıxışı elə dinlədik. Və düşündük ki, bəli, Azərbaycan xilas olmağa başlayır. Azərbaycanın artıq xilas imkanları yetişir və bu yalnız Heydər Əliyevə bağlıdır. Və elə həmin o çıxışların özündə də mətbuata yönəlik notlar var idi. Və o bir üzünü xalqa, bir üzünü əleyhidarlarına, bir üzünü Azərbaycanı istəməyən xarici dairələrə tuturdusa, bir üzünü də mətbuata tuturdu. Nəyi vurğulamalısan? Nəyi daha ciddi şəkildə qeyd etməlisən? Və təsadüfi deyildi ki, Gəncəyə səfərində də çıxışının sonunda mətbuata müraciət etdi ki, saat filanda Milli Məclisin həyətindən avtobuslar yola düşəcək, mənimlə getmək istəyənlər gəlsin. Və o səfərin bütün təfərrüatları, ümumiyyətlə Heydər Əliyevin fəaliyyətinin hər bir anı Azərbaycan tarixinə mətbuatın, yazarların vasitəsilə köçürülüb. Və bu amili xüsusi qiymətləndirmək lazımdır. O ki, qaldı onun parlament fəaliyyətinə. Əlbəttə ki, Azərbaycanda parlamentarizm ənənəsi ötən əsrin əvvəllərinə gedib çıxır. Birinci müstəqilliyimiz dövrünə. Baxmayaraq ki, bu müstəqil dövlət quruldu, qısa bir müddət yaşadı, amma insanların beynində, düşüncəsində müstəqil dövlətin, müstəqil parlamentin nə olduğu haqqında da bir fikir formalaşdırdı. Sovet dövründə o mahiyyətini, məzmununu dəyişdisə də formaca parlament olaraq qaldı Azərbaycan parlamenti. Amma mən inanmıram kimsə söyləsin ki, o zaman tutalım, əhalinin bir 10% Azərbaycan parlamentinin fəaliyyəti ilə maraqlanırdı. Heç çoxu anlamırdı ki, orada söhbət nədən gedir, hansı fəaliyyətlər göstərilib, hansı qanunlar qəbul olunub. Biz onların yalnız tətbiqində bilirdik ki, tutalım, filan məsələlər bu şəkildə tənzimlənir. Amma da o hansı sessiyada qəbul olundu, kim bunun əleyhinə çıxış elədi, kim lehinə çıxış elədi, zaten əleyhinə çıxış etmək də hallarına heç rast gəlinmirdi. Yəni, parlamentarizm deyilən, əsl parlament mədəniyyəti və parlamentarizm ənənəsi deyilən o dövr ki vardı, o Heydər Əliyevin ikinci dəfə hakimiyyəti dövrünə təsadüf elədi. Və özü də elə vaxtda ki, bayaq Eldar müəllim vurğuladı, Azərbaycan parlamentində parlament adına yaraşmayan, onun nüfuzuna xələl gətirən, parlamentdə əyləşən insanların nüfuzuna xələl gətirən hərəkətlər ki, orada baş verirdi. Və mənim yaxşı xatirimdədir, mən gənc olsam da bir çoxları müstəqil dövlət budurmu, müstəqil dövlətin parlamenti budurmu deyərək üzünü arxaya çevirib və Sovet dövrü üçün qəribsiyənlər də var idi. Və qısa bir müddətdə xəyal qırıqlığına uğrayanlar da var idi o parlamentdə baş verən hadisələrə görə. Ona görə Heydər Əliyev ilk növbədə parlamentdə fəaliyyətə başladığı zaman, sonra da hadisələrin gedişi ilə prezident fəaliyyətini həyata keçirməli olduğu zaman parlamentarizm ənənəsinin formalaşması, parlament mədəniyyətinin formalaşması və parlamentdə qanun yaradıcılığı işinin əsl mahiyyət və məzmuna uyğunlaşdırılması istiqamətində çox ciddi addımlar atdı. Ən əsası parlamentdə davranış mədəniyyəti, parlamentdə necə çıxış etmək, necə sözlərini əsaslandırmaq, necə insanlığa müraciət etmək, mətbuatla necə işləmək və müstəqil dövlətin ilk olaraq atmalı olduqları addımları necə əsaslandırmaq, hansı sahələr üzrə qanunları ilk növbədə həyata keçirmək, qəbul etmək. Yəni, bütün bu istiqamətlərdə Heydər Əliyevin fəaliyyəti Azərbaycanda parlamentarizm ənənəsinin formalaşması, parlament mədəniyyətinin formalaşması və inkişafı üçün əsas rolunu oynayır, bünövrə rolunu oynayır ki, biz bugün o bünövrə üzərində inkişaf edirik. Mənim yaxşı xatirimdədir, ilk dəfə Azərbaycan Avropa Şurasına üzv olduqda o təntənəli tədbirdə onun gözləri yaşarmış, kövrəlmiş bir şəkildə Azərbaycan bayrağının qaldırılmasını necə fəxrlə, qürurla müşahidə etdiyi bizim hər birimizin gözümüzün qarşısındadır. Bu təkcə Azərbaycan bayrağı qaldırması deyildi, həm də Azərbaycan parlamentinin Beynəlxalq Parlamentlər İttifaqına üzvlüyü və bu parlamentlər ailəsinin bərabər hüquqlu üzvlüyünə verilən bir start idi ki, onun da əvvəlində, onun da bünövrəsində Heydər Əliyev şəxsiyyəti dayanırdı. Və mən bugün Azərbaycan parlamentinin müsbət ənənələrindən danışarkən, bu parlamentin ayrı-ayrı dövrlər üçün fəaliyyətini araşdırarkən, tədqiqatçıların, alimlərin, yazarların mütləq Heydər Əliyevin rəhbərliyi dövrünə çox ciddi diqqət yetirəcəyinə əminəm və yetirilir də. Çünki qısa bir müddət olmasına baxmayaraq Azərbaycan həyatının çox əhəmiyyətli bir dövrünə rəhbərlik elədi. Və Azərbaycan parlamenti o zaman bütün nəzərlərin yönəldiyi bir mərkəz idi. Hər kəs onu narahat eləyən məsələyə məhz bu parlamentdə müzakirə olunan məsələlər zamanı. Orada fikirlər
açıqlanan zaman cavab tapmaq istəyirdi. Və hər kəsin də gözü əlbəttə ki, sonda Heydər Əliyevin üzərində idi. Və siz xatirinizə salın ki, o təkcə qanun yaradıcılığı prosesinə orada rəhbərlik eləmirdi, həm də Azərbaycanın ictimai-siyasi mühitini, Azərbaycan dövlətini parlament vasitəsilə idarə edirdi. Hesab edirəm ki, bizim taleyimiz məhz o zaman həll olundu. Qurtuluşdan başlayan yol məhz buradan ki, ilkin olaraq Heydər Əliyevin parlament sədri olduğu dövrdən keçir və bugünkü bizim Azərbaycan quruculuğu, bugünkü əldə etdiyimiz yeni, həqiqi mənada, mahiyyətcə, formaca, məzmunca və qarşısına qoyduğu vəzifələrcə yeni bir Azərbaycan quruculuğu həmin dövrdən keçir. Onun da prinsiplərini, onun da məramnaməsini, onun da inkişaf yolunu Heydər Əliyev müəyyənləşdirmişdi. Bugün Azərbaycan Heydər Əliyev yolu ilə çox böyük uğurla irəliləyir, o cümlədən Azərbaycan parlamenti. Çox sağ olun, Bahar xanım. Siz yeniləşən, yəni bugünkü Azərbaycandan danışdınız. Eldar müəllim, Azərbaycan prezidenti cənab İlham Əliyev hər şeyin yaxşısını Azərbaycanda görmək istəyir. Yəni özündə yox, Azərbaycanda, Azərbaycan xalqında və bunun da isbatını görmək üçün çox uzağa getmək lazımdır. Elə qapını açıb bayıra çıxsaq, elə bu qonaqpərvər Abşeron rayonunu gəzsək, Astaradan Qusara qədər, Bakından Balakənə, o tərəfdə Qazağa qədər Azərbaycanı çalın çarpaz gəzsək, görərik o inkişafın nəticələrini doğrudan da hamısı insanı heyrətləndirir, adamın qürurunu oxşuyur. Amma bütün bunların hamısı da Ulu Öndər Heydər Əliyevin arzusuydu. Cənab Prezident Heydər Əliyevin arzusunu həyata keçirib. Bax, bu barədə nə deyərdiniz? Tamamilə doğru fikir dediniz. Əlbəttə, Ulu Öndər Heydər Əliyevin gördüyü işlər də, bugünkü arzusu da elə bundan ibarət edir ki, Azərbaycan daha gözəlləşsin, Azərbaycan daha inkişaf eləsin. Azərbaycanda belə gözəl tikintilər. Bugün biz Heydər Əliyev mərkəzində, Abşeron rayonunda, bir rayonda olan bir mərkəzdə biz oturmuşuq. Bütün rayonlarda var. Təkcə Heydər Əliyevin adı ilə yox. Görülən işlər, çəkilən yollar, tikilən binalar. İnanın ki, Heydər Əliyevin o vaxt tikdiyi binaları, indi də möhtərəm prezidentimiz İlham Əliyevin tikdiyi binaları çıxsa, Azərbaycanda demək heç nə qalmazdı. Azərbaycan boş qalardı. Yəni, baxın, görün, nə qədər böyük quruculuq, abadlıq işlər gedib. Hörmətli Bahar xanım şahiddir. Biz ATƏT iclasa gedəndə bəzi mənim dostlarım mənə də tutur. Bahar xanımda müraciət edirlər. Ki, bir şey yoxdur Azərbaycanda bir tədbir bitər ilə bizi çağırın, gələ bir Azərbaycan gəzək. Həm Azərbaycanın gözəlliyini, həm də Azərbaycan insanının qonaqpərvərliyini, insanlığını görüb, hamı istəyir ki, gəlsin. Bundan böyük nə ola bilər? Elə bilirəm ki, Ulu Öndərimizin Azərbaycanın belə çiçəklənməsi ilə arzuları artıq möhtərəm prezidentimiz tərəfindən həyata keçirilir. Amma mən istəyirəm, Heydər Əliyev nə qədər böyük siyasi dövlət xadimi, nə qədər ciddi bir adamıdırsa, mənə qismət olub ki, onun, belə deyim ki, yumorlarında, yaxşı xatirələrində özü söhbət edib mənə. İstəyirəm ki, birini onu deyəm ki, hörmətli televiziya tamaşaçıları da bilsin, siz də biləsiniz. Bir gün söhbətlərin birində dedi ki, Amerikaya getmişdi, bunu televiziyadan da görmüşsünüz, Bill Clinton'la görüşdü və Bill Clinton'la söhbət eləyir. Deyir ki, sən Mərkəzi Komitənin birinci katib işləmirsən, qonaqlar zadlar. Deyir, günlərin bir günü Finlandiyanın prezidenti gəldi bizə. Deyir, bilirdim ki, balıq tutmağı sevir, balıq oğunu. Deyir, mən bunu apardım Lənkərana. Lənkəranda bizdə bir dəryasa var, Xambulançaya. Orada deyir, dedim, qoy balıq tutsun. Deyir, indi mən fikirləşdim ki, birdən bu tilovu atdı, toru atdı, tor yox, səncəli də belə deyək. Atdı, indi balıq da olmadı, neyniyək? Deyir, mən vadalazlara dedim ki, atdan balıq hazırlayın. O gələndə o balığı ilişdirin ki, o qaldırsın ki, sevinsin də. Deyir ki, indi Bill Clinton deyir ki, necə oldu? Deyir, elə də elədi. Bill Clinton o qədər güldü ki. Və bu sözlər danışandan sonra dedi ki, əgər sizin Azərbaycanla hər hansı bir probleminiz olsa, xahiş edirəm, birinci mənə deyim, mən çıxım gedim, xalqa dəyməyin. Baxın, bir yumoru ilə xalqını qorudu, dövlətini qorudu. Və mənim özüm ilə bir dənə də istəyirəm, bunu da deyəm, güləsiz. Günlərin bir gün 1982-ci ildir, elə vaxtı belə, may ayının 5-də Naxçıvana möhkəm qar düşdü. Mən də Vilayət Partiya Komitəsində təlimatçı işləyirdim. Nədənsə Abkomun ikinci katibi mənə çağırdı, dedi, Heydər Əliyev gəlir, Gürcüstandan gəlir Naxçıvana və gələcək, sən birinci katibin ikinci mərtəbədə idi, qəbul otağında duracaqsan, Heydər Əliyev içərgəndə bunu deyəsən, onu deyəsən, falan deyəsən. Mən də düzü çox qorxurdum, mən nətər deyəcəyəm, çox zəhmili adamdır, necə olacaq. Amma bir tərəfdən də deyirdim ki, Heydər Əliyev mən həmişə uşaq dövründən sevən adam olmuşam ki, o necə gözəl qalstuk bağlayır, necə gözəl kostyum geyinir, sarışqası, hər şeyə də belə yerişi, duruşu.
Dedim, indi yəqin ki, bir xoşbəxtlik mənə qismət olacaq, bir əlim onun əlinə dəyəcək. Amma çox təəssüflər olsun, arzum ürəyimdə qaldı. Heydər Əliyev gəldi, elə oradan girdi birinci mərtəbəyə, iclas salına, Bakıdan da nazirlər çağırmışdı. İclasını elədi, qutardı, getdi. Amma gör, ilahi mənim ürəyimdə o arzumu ürəyimdə qoymadı. İllər keçdi, 90-cı ildə Heydər Əliyev Naxçıvana gələndən sonra biz, necə deyim, sözün əsl mənasında bir silahdaş kimi, həm də bir dost kimi, mən onu özümü ata bilirdim, böyük qardaş bilirdim. Və o da mənə həmdə deyir ki, sən bilirsən ki, sən mənim dostumsan, qardaşımsan. Bir gün söhbət eləyəndə bu məsələni açdım. Dedim, Heydər Reis, o vaxt belə oldu, mən səninlə görüşərəm, arzum ürəyimdə qaldı. Dedi, Ayıldar, mən nə bilim ki, sən belə yaxşı oğlansan, bilsəydim, qalqıb səninlə görüşərdim. Yəni, baxın, yumoruna. Heydər Əliyev ciddi dövlətçiliyi ilə dövlətimizi, xalqımızı saxladı. Yumoru ilə Bill Clinton'la Amerika kimi dövlətinə və şəxsi insanlarla da o münasibəti saxlayırdı, qəlbinə dəymirdi. Heç bəlkə də mən ona deyərdim, cavab verməyə də bilərdi. Amma mənim ürəyimi aldı, mənə xoş söz dedi. Yəni, insanları ətrafında toplamağı bacaran, bir dənə baxışı ilə, bir dənə üzündən, gözündən bu adamın nur tökülürdü. Və insanlar da dövlət başçıları baxırdı. Hamısı deyirdi, nə qədər bu yaxşı insandır. Misal üçün, mən yadıma düşdü, birini də deyəcəm, Pakistan demək, səfərində 1996-cı ildə Pakistan səfərində olmuşam. Binəzir Buludlu o vaxt baş naziridir. O qəbulda mən də iştirak eləmişəm. Sonra axşam qonaqlıq verirdilər. Qonaqlıqda mənə bütün səfirlər yaxınlaşdı. Dedi, siz xoşbaxt adamsınız ki, Heydər Əliyev kimi sizin prezidentiniz var. İnanın, oradakı insanlar və hamısı vərəqdən oxuyur, kağızdan oxuyur, Heydər Əliyev danışır. Binəzir Buludlu özü belə qalmışdı məhətdən. Orada bir dənə bir məsələ də oldu. Gördüm, danışıb görürlər, sonra mən soruşdum ki, nə məsələ idi? Binəzir Buludluya deyir ki, sənin ata-anam, mən falan vaxtı oturmuşdum bir yerdə, sən balaca uşaqdın oynayırdın. Binəzir Buludlu belə baxır ki, doğrudan o vaxt siz olubsuz. Heydər Əliyev, yəni bu bir kəlməni görən Heydər Əliyev nəyi bilmir? Misal üçün, hərdən mən bir insan kimi fikirləşdim ki, Heydər Əliyevdən nəyi mən soruşsam, görəsən bilməz. Amma elə şey yoxdur. Heydər Əliyevdən nə soruşsan, hər şeyi bilirdi. Bir də mənim yoldaşlarımdan biri partiya yaradılığında Siyavuş müəllim bilir. Gəldim Bakıya, mənə dedi ki, qaydanda bəs Heydər Əliyevdən soruş ki, bir ingilis alimi var, onun adı nədir? Dedim, yaxşı. Mən də qayıtdım, belə deyim də, məruzə elədim ki, filan kəs filan söz dedi, filan kəs filan elədi. Məsələ nədən ibarətdir? Sonra deyim, filan kəs dedi ki, o ingilis alimin adı nədir? Ağzımdan çıxan kimi Nizami müəllim, inanın ki, elə bil ki, bu sualı gözləyirmiş. Həmin dəqiqə dedi filan kəs. Dedim, Heydər Əliyevdən qoy yazım, yadımdan çıxar. O qədər fenomen yaddaşa və səmimi, mehriban bir insan. Belə insan əlbəttə mənim üçün, Azərbaycan xalqı üçün heç vaxt bizim yadımızdan çıxmayacaq. Heydər Əliyev hər bir Azərbaycanın qəlbində yaşayır. Çox sağ olun, çox sağ olun. Səmimi xatirələrdir. Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası barədə danışdıq. Yəni, Ulu Öndərin onu necə yaratdı. Yəni, o bir qeyd etdiyiniz kimi siyasi institut olmağının fövqündə, həm də cəmiyyətdə bu ictimai qüvvələrin bir araya gəlməsində, o milli konsensusun, vətəndaş həmrəyliyinin əldə olunmasında da böyük rol oynayır. Yeni Azərbaycanın təşəkküründə Yeni Azərbaycan Partiyasının rolu barədə bir Qeyd olunduğu kimi Yeni Azərbaycan Partiyası təbii ki, yaranıb fəaliyyət göstərdiyi vaxtda müxalifətdə idi. Və müxalifətdə olduğu dövrdə milli lider həmişə tapşırıq verirdi ki, birinci şəxsi heç vaxt tənqid eləməyin. Baxmayaq ki, biz ona da müxalif partiyaydıq, digərləri iqtidardaydı. Bu məsələ, müxtəlif bəyanatlar verəcəkləri vaxtda partiyalar, müxtəlif fikirlər söyləyəcəklər. Siz heç birinə məndən icazəsiz qoşulmayın. Yəni, Naxçıvanda idi, digər idarə heyətinin üzvləri, sədr müavinləri Bakıda fəaliyyət göstərir. Və təxminən 8 ay ərzində müxalifətçiliyin nə olduğunu bu iqtidara göstərdi ki, konstruktiv müxalifət olmaq nə deməkdir. Və iqtidara gəldikdən sonra da mütəmadi olaraq birləşdiricilik fəaliyyəti ilə məşğul. Həmişə bütün seçkilərdə onlara şəxsən özü müraciət edib. Rəsmi məktubla müraciət edib ki, gəlin seçkilərdə iştirak eləyin.
98-ci ildə iştirak edən parlament seçkilərində bütün hər bir şəraiti yerdə və hətta mənim xatirimdəki seçki müddətin prezident səlahiyyətlərindən istifadə edərək uzatdı ki, bunlar iştirak edir. Yəni, Heydər Əliyev çəkinmirdi, qorxmurdu. Bilirdi ki, Azərbaycan xalqı Heydər Əliyevi seçəcək. Heydər Əliyevdən başqa kimi seçə bilər. Heydər Əliyev doğrudan da burada Eldar müəllim qeyd elədi, çox açıq adamdır və həm də çox diqqətli adamdır. Hər şeyə diqqət yetirirdi. Deməli, o dövrlərdə televiziyalarda tez-tez debatlar gedirdi. Müxalifət, iqtidar debatları, mən də tez-tez iştirak edirdim müxtəlif şəxslərlə onlarla. Yaxşı danışanda da zəng eləyirdi, pis danışanda da zəng eləyirdi. Televiziyadan çıxan kimi bilirdin ki, mütləq zəng eləyəcəkdi. Müxtəlif həm tapşırıqların verirdi ki, gələcəkdə o səhvlərə yol vermə. Həmçinin də deməli göstərişlərin verirdi ki, nə cür, hansı formada çıxış olmalıdır, necə olmalıdır. Bir dəfə bizim idarə heyətinin üzvlərindən biri bir nəfərə bəy demişdi, ondan ötərin böyük bir müşavirə topladı. Və dedi, nəzarət eləmişəm, 8 dəfə sən ona bəy dedin, demək onu da saymışam. Yəni, artıq insanlarda bir idarəçilik sistemi formalaşır. Günlərin bir günü icra katibliyi yaranmışdı, Bahar xanımdan Hələ Əhmədov, Mübariz Qurmanlı, mən bir yerdə çalışırıq. Bir dəfə zəng edib dördümüzə də. Elə olub ki, təsadüf nəticəsində dördümüz də yerimizdə olmamışıq. Sabahsı günü saat 12-də yenidən müşavirə çağırıldı və bizi elə başa saldı ki, ondan sonra da biz yerimizdən ömrü boyu çıxmaq. Yəni, bu idarə etmə sistemini Heydər Əliyev öyrədirdi ki, idarə etmə sistemi nədir və bizim qərargahın yanında adətən Rəşid Behbudovla gedirdi, qayıdırdı evə. Onun avtomobili keçməmiş axşam heç birimiz otağımızdan çıxmırdıq və gözləyirdik ki, Heydər Əliyev nə vaxt gedəcək onunla. Yəni, Heydər Əliyev çox maraqlı şəxsiyyətdir. Xaricdə olanda bütün dünya dövlətlərinin başçıları istəyirdi ki, Heydər Əliyevlə görüşsün, onunla fikir mübadiləsində söhbət aparsın. Çox maraqlandı. Təsəvvür edin, Bush hakimiyyəti dövründə Heydər Əliyev neçə dəfə Amerika Birləşmiş Ştatlarına səfər elədi. Hətta Amerikanın şərq siyasəti ilə bağlı, digər siyasi məsələlərlə bağlı da Heydər Əliyevdən xeyli məsləhətlər alırdılar həmişə. Yeni Azərbaycan Partiyasının cəmiyyətdə fəaliyyəti, bu fəaliyyətin bugünkü günün reallığı onu göstərir ki, Yeni Azərbaycan Partiyası milli liderimiz tərəfindən qoyduğu strategiya bugün çox uğurla davam edilir. Prezidentimiz tərəfindən davam olunur. Hətta o varislik prinsipi özü bunun əsas göstəricilərindən biridir. Heydər Əliyev bütün tədbirlərdə adətən gəzirdi, gəzməyi xoşlayırdı. İlkin dövrlərdə Amerika Birləşmiş Ştatlarının, bir də Rusiyanın Respublika günlərində özü gedirdi, özü çıxış edirdi. Sonra isə düşürdü, insanlarla bir-bir görüşürdü və yaxud Azərbaycan Respublika günündə düşürdü, görüşürdü, şəkil çəkdirirdi. Demək, Rusiya səfərliyinin günüdür, həminki gündə deməli, bir neçə gün qabaq Azərbaycanın yığma komandası 10-0 uduzubdur Fransaya. Gəldi, hamı ilə görüşdü, baxdı uzaqdan ki, Ağasalim Mirzəvadov da baş məşqçi idi. Gördü, Ağasalim Mirzəvadov da oradadır. Yanından keçəndə heç kəs gözləmir ki, bu futbola baxıb, izləyib, bunların hamısını. Soruşdu ki, Ağasalim, qapıçı aparmamışdı. Yəni, bir kəlmə ilə başa saldı, bu rəqəmlə uduzmaq olmaz. Yəni, komandamız. Yəni, Heydər Əliyev həm tərbiyəçi idi, həm yol göstərənidir, həm müdrik şəxsiyyət. Yəni, hansı tərəfindən yanaşsan, adi bir sözün gücü ilə o boyda Talış Muğan Respublikasında olan hadisələri sakitləşdirdi və bir qan tökülmədən məsələ öz həllini tapdı. Burada qeyd olundu, oktyabr hadisələrində bir çıxışı ilə milyonlarla insan tökülüşdü və o insanların ona olan inamı, etibarı o boyda silahlı dəstənin, hamımız orada iştirakçı olmuşuq, ləğv olunmasına gəldi, çıxartdı. Yəni, bu cür şəxsiyyətlər tarixdə tək-tək olur və Nizami müəllim böyün o şəxsiyyət barəsində çox geniş fikirlər söylədi, mən toxunmaq istəyirəm. Doğrudan da 100 ildə biri ancaq gəlir. Doğrudan da əsrimiz Heydər Əliyev əsridir, yolumuz Heydər Əliyev yoludur və bu yolla da Azərbaycan xalqı uzun müddət gedəcək. O xatirələrdən sizdə də çoxdur. 7 cildlikdə səhvləməsə kitab və davamı da deyəsən gəlir bir başqa səhvlidə. İkisi də, üçü də gələcək. Gəlir inşallah. Bu
akademik İsa Həbbəyli deyirdi ki, Elmira xanımın bu kitabları ilə bağlı ki, deyir bir elmi tədqiqat institutunun işidir. Onun kitabları bilirsiniz, sizin kitablarınızı oxuduqda mən nəyə fikir verdim? Bayaqdan hamı o yekdil fikrə gəldi, çıxdı, onun həmin o məxrəcə ki, sizdə elə bir qəhrəmanınıza bir yazıcı simpatiyasından çox bir yazıcı sevgisi də olub. Əlbəttə ki, bu sevgi də olmasaydı, bu şəxsiyyətə böyük maraq olmasaydı, bu şəxsiyyətin mənə inamı olmasaydı, əlbəttə ki, mən bunu bəlkə də bacarmazdım və bu 10 ildə olunan çətinliklər, çətin araşdırmalar, böyük məyusluqlar, məsəl üçün belə insanlar var idi ki, söhbətdən qaçırdılar, belə insanlar vardı ki, onları çox çətin idi tapmaq, arxivlərə girmək, çoxlu çətinlik olmuşdu. Mən əlbəttə ki, bunlara dəf gələ bilməzdim və bilirsiniz, ilk növbədə bu böyük şəxsiyyətə maraq idi məndə. Çünki mənim kitabıma Roy Medvedev, məşhur siyasi bioqrafiyaların ustası rəy vermişdi və o müsbət cəhətlərin arasında məhz birinci uğur kimi, birinci uğurun səbəbi kimi böyük şəxsiyyətin 4 ölçülüyü deyirdi ki, mən vaxtilə Qarbaçov haqqında kitab yazmaq istəyirdim, Roy Medvedev yazmışdı, deyirdi mənim təqdimatımda Moskvada. Amma deyir, mən onu başladım və yarımçıq qoydum. Çünki çox maraqsız bir insan idi. O 2 ölçülü bir insan, duh izməreniq. Amma Heydər Əliyev çox maraqlı bir, dərin bir insan idi. 4 ölçülü, человек 4 izməreniq. Ona görə sizin bəxtiniz gətirdi ki, belə insanı siz araşdırda bildiniz. İkinci cəhət əlbəttə ki, Heydər Əliyevin mənə olan inamı. Bilirsiniz, bax, indi Siyavuş yaxşı deyir, o çox diqqətli bir insan idi. Bizim bir kitabımız, hətta bir məqaləmiz çıxanda o bizə zəng eləyirdi, o bizi tərifləyirdi, bizə müsbət, bəli. Mənə məsəl üçün 2 dəfə, 3 dəfə ən azı bir zəng eləmişdi. İkinci dəfə zəng eləyəndə bu artıq 2003-cü ilin aprelin əvvəlində idi. Onun xəstəliyindən biraz qabaq mənim ikinci kitabım çıxmışdı. Onun xarici səyahətlərini əks elətdirən bir məqalələr toplusudur. Yenə də mənə təşəkkürünü bildirdi və mən dedim ki, mən sizin bioqrafiyanız, sizin haqqınızda nəsə böyük bir kitab yazmaq istəyirəm. O da mənə elə bir vəsiyyət elədi, dedi ki, yaz, bu səndə pis alınmır. Yaz bunu, mənim görürsən ki, vaxtım yoxdur və bu əlbəttə ki, mənə bir növ etimad idi, mənə bir növ vəsiyyət idi və üçüncü cəhətdə nəyə görə mən bunu çatdıra bildim? Bu da insanların qabağındakı məsuliyyət. Burada indi artıq xatirələr bir məcrasına keçib söhbət. Mən bir-iki qısa xatirə ilə də bitirmək istəyirəm öz söhbətimizi. Biri deməli Naxçıvan dövrünə aiddir və Naxçıvan dövründə 92-ci xüsusilə qış çox kəskin keçirdi. Eldar mənim hamıdan yaxşı bunu bilər. Minus 30-acan şaxtalar gəlirdi və Heydər Əliyevin kabinetində çox soyuq idi. Həddən artıq soyuq idi. Mən 2 dəfə olmuşam Naxçıvanda və bir dəfə mayda o yaxşı idi hava, amma bir dəfə qışda. Və bəli, çox lampa işığında və çox soyuq idi. Bir dəfə deyəsən Şəmsəddin Xanbabayev, o da baş nazir işləyirdi, girdi yanına, deyir ki, Heydər, İrandan bir neçə sobalar gəlib, onlar deməli kömürlə də işləyir, gəlin bir sobanı sizin kabinetinizdə müvəqqəti olaraq quraq, heç olmasa bu 1-2 ay sizi isitsin. O vaxtda Türkiyənin nümayəndələri gəlmişlər, orada təcili olaraq elektrik nakisləri gətirirdilər və 1-2 ay olaraq şaxtada da işləyirlər ki, tez bir zamanda ora elektrik gəlsin. Türkiyəli qardaşlar o Naxçıvanı xilas elədilər o vaxtda. Amma çox belə çətin məqam idi. Heç nə soruşsa yaxşıdır. Bu sobanın trubası harı çıxacaq kabinetindən? Deyir, bayra. Deyir, cəmaat görəcək onu. Deyir, hə də görməlidir. Mən necədir otura bilərəm burada? Mən deməli, cəmaat otursun soyuq içində, mən isə burada soba ilə qızışdırım onu, yox, mən buna gedərəm. Necə xalq? Elə demə. Bax, onun əli cənablı. İkinci də, yaxşı dediniz o məsələni ki, iş yeri bizdə sizi tapmadı. Bunun ən ağır belə bir şeydir ki, o kimisə tapmasın iş yerində. Deməli, bu ilə əlaqədar mənə də deyəsən, Sirus Təbrizli danışırdı mənə. O Naxçıvanda mərhum hadisələr zamanı onun yanında olurdu. Sirus, deməli, bunun yanında da bir neçə dəfə Elçibəy zəng elədi. Elçibəy də yerində yoxdur. 3-də zəng elir, yerində yoxdur. 4-də zəng elir, Elçibəy kabinetində yoxdur.
Bu da bir maraqlı bir epizod danışır. Bilirsən, mən Sovet vaxtı birinci katib işləyəndə həmişə Zərifə xanım mənim dalımca su atardı və gələrdi, məni yola salardı. İndi saat 9-un yarısı mən Zuğulbadan çıxıram, yolda uzaq. O da nəsə maraqlı bir epizod danışır. Zərifə xanım nəsə məsləhətləşmək istəyir həyat yoldaşı ilə. Heç də onu saxlayır, deyir, Zərifə, axşam danışarıq, mən işə tələsirəm. Zərifə xanım incik halda bunu deyir, ay Heydər Əliyev, o da Heydər Əliyev ona müraciət eləyirdi. Heydər Əliyev, siz hara tələsirsiniz? Mən sizin həyat yoldaşınızam. Verin bir-iki kəlmə söz mən də deyim də sizə. Sizə kim nəzarət eləyir? Siz birinci şəxsiz. İndi 9-da gəlməsiniz, ona bir 10 dəqiqə işləmiş gəlsiniz. Aləm dağılar, deyir, yox Zərifə, sən düzgün demirsən. Mənə bütün Azərbaycan xalqı nəzarət eləyir. İndi dedir, bu nə prezident, axtarım, tapa bilmirəm işi. Deməli, doğrudan bax, bu belə hafizəsindən tutmuş. Epizodlar, bax, bu başımda indi hərrənir. Saatlarla mən danışa bilərəm və Allah qoysa bu günlərdə hələ biz çox danışacaq. Mənim zənnimcə Heydər Əliyev kimdir? Heydər Əliyev Azərbaycanı saxlayan, dünya kartında saxlayan, qoruyan bir insandır. Amma İlham Əliyev, mənim zənnimcə, çox maraqlı bir paralel də var. O, bu Azərbaycanın simasını köklü sürətdə və müsbət müasir səmanada dəyişən bir insandır. Çox sağ olun. Çox sağ olun. Səttar müəllim, Heydər Əliyev şəxsiyyətinin unikallığı oradadır ki, bütün müsahiblərimiz onun haqqında keçmiş zamanda danışmır. Yəni, onun əməlləri bugün həyata keçirilir deyə bugün də yaşayır o və cənab Prezident İlham Əliyev Elmira xanım qeyd elədi, müəllifinin özü olduğu o əsl siyasət real, konkret iş deməkdir. O fəlsəfəsinə sadiq qalmaqla o siyasəti, əməli siyasəti davam elətdirir. Prezident İlham Əliyevin həmin o ulu öndərdən qalma o belə deyək də o hisslə həmkarlara qayğısı, diqqəti barədə bir kəlmə. Mən onu deyə bilərəm ki, Azərbaycan xalqının ümumi lideri Heydər Əliyev cənabları necə münasibət bəsləyirdi, o daha da inkişaf edir. İlham Əliyev cənabları dövründə bu daha da inkişaf olunub. Və mən sizin nəzərə çatdırmaq istəyirəm ki, Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının biz 2005-ci ildə 100 illiyini və Azərbaycan Həmkarlar İttifaqları mərkəzinin yaradılmasının 85 illiyini biz qeyd edirdik. Və bu təntənəli günlərdə 150-dən artıq həmkarlar təşkilatında çalışan insanlara tərəqqi medalı, əməkdar mədəniyyət sahəsi, əməkdar müəllim, əməkdar həkim, yəni hansı sahədə bizdə işləyənlərə şöhrət ordeni və digər demək, yüksək dövlət orden və medallarına təltif görülür. Yəni bu Azərbaycan Həmkarlar İttifaqına göstərilən diqqət və qayğıdır. Bundan gözəl diqqət, qayğı ola da bilməz. İkinci bir tərəfdən mən bir məsuliyyətlə deyirəm ki, İlham Əliyev cənablarla nə vaxt biz görüşmüşsə, həmkarlar haqqında, həmkarların problemləri haqqında bizdən söhbət aparıb və həmkarlar təşkilatının inkişaf yolları haqqında bizə göstərişlər verib və tövsiyələr verib və bizim indiyə qədər nə qədər ölkə prezidenti qarşısında qaldırmış məsələlər hamısı öz əksini yüksək səviyyədə tapıb. Həmkarlar haqqında qanunda 20-dən artıq əlavə və dəyişikliklər olub. Və həmkarlar təşkilatının əlavə səlahiyyətlərin verilməsi, üzvlük haqqını tutulub vaxtında keçirməməsinə görə idarə müəssisə müdirlərinin cərimələrə tətbiq olunması, ikinci işçinin həmkarlar təşkilatının üzvünün işdən çıxarılmasına həmkarlar təşkilatının razılığının olması. Və mən sizin nəzərə çatdırıram ki, demək, dünyada Norveçdən başqa ən güclü həmkarlar təşkilatında qanun bir Azərbaycanda. Bunu Beynəlxalq Həmkarlar Təşkilatı təsdiq eləyir və mən sizin nəzərə çatdırıram ki, həm də mən Dünya Həmkarlar Təşkilatının vitse-prezidentiyəm. Yəni bu məsələni həmişə diqqətlə çəkir. İkinci bir tərəfdən mən sizin nəzərə çatdırıram ki, bizim qurultaylarda çoxlu sayda xarici qonaqlar olur. Bütün o xarici qonaqları ölkə prezidenti qurultaydan sonra qəbul edir. Və bu qəbul edəndə də demək, həmkarları haqqında çox xoş sözlər söyləyir. Və keçən dəfə demək, bizim qurultaydan sonra bizim xarici qonaqları qəbul edəndə
və oranın Moldaviyanın sədri, demək, Alek Budza var. O, cənab prezidentlə söhbət, replika yarandı danışanda. Dedi ki, mən arzu eləyərdim ki, Moldaviya xalqı sizin kimi prezidentin idarəçiliyində olardı. Yəni, belə birbaşa ki, sizlə işləmək. Bunlar toplantıdan sonra mənə həmişə söhbət edirlər ki, siz xoşbəxt adamsınız ki, yəni, sizin belə bir prezidentiniz var. Həmkarlar təşkilatına belə diqqətlə, qayğıyla yanaşır. Bu yaxınlarda, demək, ümumi həmkarlar ittifaqlarının iclası vardı. Mən Azərbaycanın iqtisadi inkişafı haqqında bir çıxış elədim orada. Həm bu böhranla bağlı, həm Azərbaycan gedən bu iqtisadi islahatlarla bağlı. Yəni, bütün o SNG ölkələri gəlmişdi. Hamısı çıxanda təşəkkür edər ki, doğrudan da bu keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr arasında Azərbaycan ən irəlidə gedən, Azərbaycan ən stabil, həm siyasi cəhətdən, həm insanlara göstərilən qayğı, həm Azərbaycanda işsizliyin, yoxsulluğun aradan düşməsi, aşağı düşməsi bu ölkə prezidentinin demək, müstəsna xidmətlərindən biridir. Yəni, ölkə prezidenti. Və yadınızdadır, hamımızın yadınızdadır ki, mən bir məsələni deyim, bu Gürcüstanın Həmkarlar Təşkilatının sədrləri ilə görüşəndə, Allah rəhmət etsin, Şevərnacı rəhmətə gedib, bunlar mənə qayıtdı ki, bilirsiniz nə var, bizim prezidentimiz bizə muzikant qoydu getdi, ancaq Heydər Əliyev özü yerinə bir siyasətçi, belə bir Azərbaycan idarə edə bilən, belə bir talantlı bir insan yetişdi. Yəni, bunu onların sədrləri bu misalı çəkib. Yəni, bir məsələni Heydər Əliyev cənabları bayaq da qeyd elədi, İlham Əliyev cənablarını hazırıya, etap. Buradan birinci gətirdi Milli Olimpiya Komitəsinə, oradan neft şirkətinə, oradan partiyaya, oradan bütün bunları hazırlaya, yetişdirə. Çünki o Azərbaycanı öz əli ilə qurmuşdu. Elə bir insana, elə bir varisə buraxmaq istəyirdi ki, bu ölkə dağılmasın və daha da inkişaf etdirilsin. Və bunu mən nəzərə alaraq ölkə prezidentin çıxışında dedi ki, mən özümdən artıq İlham Əliyevə inanıram. Yəni, bu inam da doğrudan da bütün xalqa göstərdi ki, Heydər Əliyev nə qədər müdürük, nə qədər uzaq görən, nə qədər xalqına bağlı, millətini sevən bir insan olub ki, belə bir güclü, dünya miqyasını tanınan bir siyasətçini Azərbaycana ərmağan edir. Yetişdirib Azərbaycanın dövlətini idarə etmək üçün bizə hazır bir kadr yetişdirib. Və Azərbaycan xalqı da, biz də Həmkarlar Təşkilatı olaraq ölkə prezidentinin ətrafında sıx birləşməliyik. Ona dəstək olmalı, hər bir Azərbaycan vətəndaşı. Çünki bilirsiniz ki, bu axırı vaxtlarda Avropa oyunlarının keçirilməsi, digər gözü götürməyən dövlətlər, Avropa dövlətlərinin bəziləri, Amerika Birləşmiş Ştatları Azərbaycana qarşı ləkələr atırlar, jurnalist problemləri qaldırırlar. Bunların hamısı şərxatadır. Biz birləşməliyik, Azərbaycan vətəndaşları, yəni bu dövlətçiliyimizi qorumalıyıq. Çox sağ olun, Səttar müəllim, Nizam müəllim, sizlə söhbətimizi davam elətdirək. Hər bir prezident özündən sonra mütləq nəsə qoyub gedir və bu hardasa onun o vəzifə öhdəliklərindən irəli gəlir. Heydər Əliyevin feylən Azərbaycan üçün elədikləri hamısı göz qabağındadır. Ən böyük mənəvi mirası isə bugün də bir də rəsmi ideologiya səviyyəsində təşkil edilən o Azərbaycançılıq konsepsiyasıdır. Bax, həmin o konsepsiya bugün Azərbaycanın inkişafına nə verib? Rolu nədən ibarət olub? Azərbaycançılıq bir ideologiya kimi əlbəttə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaranıb və müəyyən də bir yol keçib, hətta Sovet dövründə də. Amma Heydər Əliyevin tək xidmət onda olmadı ki, Azərbaycançılıq ideologiyasını inkişaf elətdirdi. Heydər Əliyev onu həyata keçirdi. Yəni, bu heç zaman olmamışdı. Heç zaman olmamışdı. Və həyata keçən ideologiya da belədir ki, o həyatdan gələn yeni inkişaf impulsları qazanır. Yəni, bir var elə deyilə gedə, həyata keçməyə. Bir də var həyata keçəndən sonra artıq yeni imkanlar açılır. Məsələn, Azərbaycançılıq ideologiyasının həyata keçməsinin nəticəsi olaraq Heydər Əliyev dövründən başlayır və bugün də daha sürətlə bugünkü Azərbaycan insanı ikinci, üçüncü dərəcəli olmaq kompleksindən qurtarıb. Yəni, bir vaxtlar belə idi, biz özümüzü bir Rusdan, bir İngilisdən, bir Fransızdan, bir Almandan aşağı hesab edirdik. Amma artıq bu belə deyil. Çünki biz artıq Azərbaycanda da
hara baxsaq o inkişafı görürük. Daha biz Bakını müqayisə edirik Parislə, Berlinlə, Londonla. Amma bir vaxtlar belə deyil, daha bir vaxtlar heç Moskva ilə də müqayisə eləmək düşüncəyə, ağla belə yerləşmirdi. Bu da bir ideologiyadır. Amma onu deyim ki, həm də Heydər Əliyevin düşüncəsində bu lap çoxdandan olub, lap gənclik yaşlarından. Bizim bu yazıçılar, şairlər, elm adamları, ziyalılar arasında bir əhvalat danışırlar ki, o zaman bu milli dünya görüşdü tələbələr, gənclər. Bu tələbələr, gənclər də belədir ki, onların çox belə deyək, məsuliyyəti olmur da. Proletar kimi heç nələri itiriləcək yoxdur. Yığışıblar universitetin 60-cı illərdə. Yataqxanaların birində bir neçə dəfə iclas keçirdiblər. Öz aralarında milli hökumət qurublar. Və onların o iştirakçılarından biri danışır, deyir, təbiidir ki, şeytan həmişə oyaqdır. Bizi tutdular, apardılar KGB-yə. Bir müddətdən sonra bizi cərgiyə düzdülər, belə boy sırası ilə. Bir hündür, yaraşıqlı general gəldi. Bir başladı danışdırmağa. Bu Heydər Əliyevmiş o zaman KGB-də. Birindən soruşdu ki, sən hardansan, atan kimdir, anan kimdir, mətləb üstünə gəlmir. Belə ancaq necə oxuyursan, sonra keçdi o birisinə, sən necə oxuyursan, ailənizin vəziyyəti necədir, belə gəldi. İçimizdə də deyir, bir nəfər var, çox balacadır boyu. Çox balacadır, bu lap axırda durub. Deyir, yaxınlaşdı, buna baxdı, güldü deyir. Dedi ki, bu təzə qurulan hökumətdə sən nə nazir olacaqdın? Ondan sonra dedi ki, siz tələbəsiz, gəncsiniz, hələ gedin dərsiniz oxuyun, hazırlıqlı olun, səviyyəniz olsun, o şeylər sonra düzələcək. Və biz, deyir, buraxdılar, gəldik, sonra universitetdə də deyir, bizə dedilər ki, bəs o milli bir adamdır, siz həbs oluna bilərdiniz, universitetdən qovula bilərdiniz. Bütün məsuliyyəti, Moskvada deyir, bildi bu işi, bütün məsuliyyəti öz üzərinə götürdü. Dedi ki, onlar gəncdirlər, başa düşməyiblər, tələbədirlər. Onları indidən biz həbs eləsək, onlar axıra qədər o yolla gedəcək. Ona görə biz onları tərbiyələndirməliyik və belə bir xatirə də demək, mənim yadımda qalıb. Mən həmişə Azərbaycan dili veriliş aparırdım da, indi də aparıram bu televiziyada. Heydər Əliyevin sağlığında da bir neçə dəfə veriliş aparmışdım. Sonra nəysə belə bir, mənim də vaxtım olmadı, nəsə belə bir problem. Bir 2-3 ay veriliş getmədi. Mən də elə dedim ki, daha bəsdir, nə qədər veriliş aparmaq olar, bir dəfə dairəsi aparsın. Bir də gördüm o zaman televiziyanın rəhbəri bizim dostumuz Nizami Xudiyev mənim möhkəm axtarır. Biz də daimi razılaşmışıq ki, hələ gözləyək biraz. Axtardı, tapdım. O Nizami müəllimin də belə emosionallığı var o. Haradasan bə səndən? Dedi ki, bəs prezident zəng eləmişdi. Dedi, o Azərbaycan dili verilişi niyə getmir? Dedim ki, gedər, prezident gedər. Dedi, o Nizami Cəfərovu tapın, o veriliş aparsın. Ondan sonra dalbadal bir neçə dəfə, özdə də artıq da Allah məsuliyyət hiss elədim ki, demək, ümumilli lider, ölkənin rəhbəri, belə bir böyük şəxsiyyət Azərbaycan dili verilişinə baxılmış. Yəni, bunlar adamda məsuliyyət yaradır. Dövlət başçısı qədər, xalqın lideri qədər, o xalqın nümayəndəsində məsuliyyət yaradacaq heç bir qüvvə yoxdur. Ona görə də bax, bugün belə, o məsuliyyəti də ki, tərbiyə elədilsə, o gedəcək. O gedəcək və həmişə bizim üçün, belə deyim də, minnətdarlıqla. Çünki mən düşünürəm ki, hər bir Azərbaycanlının tərcümə halında, az, çox tanınan, ortada olan hər bir Azərbaycanlının tərcümə halında Heydər Əliyevin rolu var. Müsbət, pozitiv rolu var. Həll edici rolu var və onun taleyini müəyyənləşdirən rolu var ki, bu bilə bilirəm ki, deyilməlidir. Doğrudan da bu insan böyük olursa, güclü olursa,
özünün tərəf müqabililə də bağlı çox sərbəst danışır, arxain danışır. Çünki bir insan özünə arxain insandır, öz gücünə arxain insandır və qarşıdakının da gücünə bu bələddir. Bəs Heydər Əliyev belə bir insan idi. Burada söhbət xatirələrdən danışır. Mənim də həyatımda çox salih xatirələr olub. Onları mən birilərini istəyirəm sizinlə böləm. Bu Eldar müəllim, siz burada danışdığınız Naxçıvandan o dövlət çevrilişinə cəhd oldu orada da. Cəhd olanda həmin müddətdə bəli, siz orduydunuz. Yəqin ki, bəlkə o hadisə zamanında siz orduydunuz. Bəli. Bu hadisə baş verərkən Azərtac'a da xəbər gəldi. Biz birbaşa telefonla danışdıq Heydər Əliyevlə. O mənə deyir ki, məni yıxmaq istəyirlər. Belə bir söz işlətdi və bir balaca da gülümsündü. Mən dedim ki, onda xəbər verirsin, kimsə xəbər versin, Azərtac bu xəbəri yaysın. Dedi, özüm yazır, özüm xəbər verəcəm sizə. Mən də qələmi götürdüm. Böyük bir o vaxt sarı rəngli kağızlar idi. O kağızda bu xəbəri yazdıq. Bir kifayət qədər 3 qranka olan xəbər idi. Dedi, sən bunu neynəcəsən? Verəcəklər. Dedim, Azərtac çalışacaq ki, bunu ASTV versin. Və mən mindim maşına, apardım xəbər ASTV-yə. Həmin gün xəbər səsləndi. Səhərsi yenə zəng olanda mənə təşəkkür bildirdi. Heydər Əliyev dedi ki, mən sizə minnətdaram. Əsl jurnalist belə olmalıdır. Ancaq biraz ehtiyatlı olun. Bu mənim heç vaxt yadımdan çıxmaz. Yeri gələndə sözün düzünü demək lazımdır. Bəlkə də bu Naxçıvanda heç nə ola bilməzdi. Bəlkə də bizim verdiyimiz bu xəbər ASTV ilə bütün ölkə ictimaiyyətinə çatdırıldı. Bəlkə də müəyyən insanları dayandırdı, təyyarə başdan getmədi. Müstəqil Azərbaycan yaranarkən müstəqil jurnalistika da yarandı və ənənələr həmin müddətdə qoyuldu. İstər senzuranın ləğvi ilə bağlı, İstərsə də qanunvericilik bazasının təkmilləşməsinə bağlı. Artıq 99-cu ildən başlamış qanunvericilik bazası bir mənalı qaydada tənzimləndi, formalaşdı və Avropadan dəvət olmuş ekspertlər tərəfindən də bu araşdırıldı. Artıq biz 2005-ə qədər parlamentdə kütləvi informasiya vasitələrindən bağlı qanunvericilik bazasını formalaşdırdıq, müasirləşdirdik, dövrün tələblərinə cavab verə bildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, Mətbuat Şurası yarandı, Milli Televiziya və Radio Şurası yarandı və əsası məhz bu müddətdə qoyulan Azərbaycan mətbuatı artıq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vaxtında bu ənənələri daha da inkişaf elətdirdi. Çünki artıq Azərbaycana pullar gəlməyə başladı. Layihələr əsasında. Ondan əvvəl də Azərbaycan mətbuatına yardımlar olunurdu. Ancaq kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olundu. O konsepsiyada nəzərdə tutulan məsələləri həyata keçirmək üçün kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondu yaradıldı. Bu gün də o fondun fəaliyyəti göz önündədir və bu gün Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, güclüdür və bu da ənənəsi məhz Heydər Əliyevin vaxtına qoyulmuş o məsələlərlə, kütləvi informasiya vasitələrinə olan dövlət qayğısından bağlıdır və dünyanın heç bir ölkəsində heç bir ölkə özünün jurnalistinə pulsuz mənzil vermir. Bu MDB məkanında yox, ümumiyyətlə dünyanın heç bir yerində bu yoxdur. Bu məsələ jurnalistlər tərəfindən qalxarkən Cənab Prezident həmin gün fərman imzalandı, jurnalistlər özünün töhfəsini verdi. Birinci binadan biz 156 mənzil verdi jurnalistlərə. Artıq 256 mənzil də tikilmək üzrədir. Və bu da ki, dövlətin özünün jurnalistikasına qayğısının bariz nümunəsidir. Və bütün bunlar da Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan jurnalistikasının həyata keçirdiyi bu ideyalardır, həyata keçirdiyi planlardır və bundan sonra da Azərbaycan jurnalistikası həmişə güclü olacaq və nə qədər ki Azərbaycan mətbuatı var və nə qədər ki Azərbaycan xalqı var, həmişə Heydər Əliyev anılacaqdır, həmişə onun ideyaları yaşayacaqdır. Çox sağ olun, əziz dostlar. Təşəkkür edirəm. Yəni söhbətimizin əvvəlində dediyimiz kimi o isti, o hərarətli xatirələrinizi bölüşdüyünüzə görə Nizam müəllim səhv eləmirəmsə Osman Sarıvəlinin Osman Qağanın misralarıdır. Deyir, görəndə təmkinli uca dağları, unutdum dünyada xırdalıqları,
doğrudan da dağların möhtəşəmliyini duymaq üçün onu məsafədən, uzaqdan seyr eləmək lazımdır. Eyzən Heydər Əliyevin də o əzəmətini, o ihtişamını, o mənəvi böyüklüyünü dərk eləmək üçün bəlkə də o zaman çərçivəsində bir neçə 10 illik irəliyə getmək lazımdır. Çünki Heydər Əliyev elə bir əlçatmaz zirvədir ki, hələ bundan bir neçə 10 illiklər sonra da hər bir Azərbaycanlını heyrətləndirəcək, onu özünə cəlb edəcək. Əziz tamaşaçılar, zamana sığmayan insanlar haqqında 1-2 saata sığan zaman çərçivəsində söhbət eləməyin özü də çox müşkül bir məsələdir. Amma bir şeylə təsəlli tapaq ki, Heydər Əliyev haqqında ən yaxşı deyəcəklərimiz hələ demədiklərimizdir. Elə insanlar var ki, onların cismani yoxluğu ilə dünya boşalır. Heydər Əliyev özü ilə bizlərin iç dünyasını, qəlbini sıyırıb apardı. Günlər ayları qovacaq, aylar illərə çevriləcək. Vaxt kəməndindən qopub dörd nala çapdıqca biz Heydər Əliyevə daha da yaxınlaşacağıq. Onu daha yaxından duyacaq, ucalığını, bu ucalığın məhvərindəki müdrikliyi, fəlsəfəni daha asan qavrayacağıq. Zaman bülöv daşı kimi çox həqiqətləri cilalayacaq. Məhək daşı kimi insanları sınaqdan keçirəcək. Ola bilsin ki, dünya haçansa dağılıb yenidən xəlq olunacaq. Ancaq bu dünya bir daha Heydər Əliyev yetirməyəcək. Xeyirxah, əməlpərvər, yaradıcı insanlar haqqında heç vaxt feilin keçmiş zamanında danışmırlar. Heydər Əliyev də beləcə böyük bir xalqın mənəvi dəyərinə çevrilməklə əbədiyyətə gömülmədi. Əbədiyyət adlı gerçəkliyin özünə çevrildi.